Səni axtarıram verilişinin xüsusi sponsoru Medeira Hospital. Sponsorları uzman uroloq Bəxtiyar Hüseynov, nevropatoloq Jalə Qarayeva, Slippers uşaq bezi, Zob həkimi Xəqani Həsənov, Gəncə İstanbul Genetics Klinikası, Aytən Sonsuzluq Mərkəzi, Oftalmoloq cərrah Gülşən Dikmən, Regenerativ tip kök hüceyrə mütəxəssisi Aytən Əliyeva, cərrah Lika Şıxıyeva, travmatoloq ortoped cərrah Mahmud Bilir və İlğımın sponsorluğu ilə Səni axtarıram başlayır. Doqquz il əvvəl evindən müəmmalı şəkildə itkin düşdü. Böyük bir cinayətin qurbanıdır. Mən bir Allahımı çağırıb çıxmışam bu yola. Bir də sizi deyib gəlmişəm. Səni axtarıram, Natiqin bacanağı tərəfindən qətlə yetirildiyini üzə çıxardı. Çünki biz çox mehriban olmuş ondan. Başına çəkiclə vurub öldürür. Onun sümükləri meşədən tapıldı. Mənim qardaşımın sürcümün dozu tapa verir məni. Xoşqədəm Hidayət qızı daha bir cinayətin üstünü Rusiyada açdı. O qədər təkliflər, o qədər hədə qorxular bizi yolundan çəkindirdi mi? Yox. Birazdan Səni axtarıram da. Salam, xoş gördük əziz tamaşaçılar. Hər kəsi salamlayıram. Gözəl bir həftə diləyirəm sizə, sağlıqlı, huzurlu, ruzi, bərəkətli və şərdən, böhtandan uzaq olasınız. Sifarişdən də uzaq olasınız. Sizi sifarişlə yıxmaq istəyənlər varsa, Allah onları yolunuzdan çəksin, çıxartsın. Deyəcəyim budur. Deyəcəyim budur. Bugün çox maraqlı bir efir izləyəcəksiniz. Vaxt tapıb kofemi içməmişəm, sağ olsun Samirə. Onu bura mənim üçün qoyubdu. Çox maraqlı bir efir izləyəcəksiniz. Nəhayət ki, bugün Rusiyada illərdir apardığımız bir axtarışın sonucunu izləyəcəksiniz. Düz 9 il idi Səni axtarıramı aparırdı bu araşdırmanı. Nəhayət ki, yekunlaşdı əziz tamaşaçılar. Biraz sonra siz 9 il verdiyimiz mücadilənin sonunu görəcəksiniz. Onda da şərlə, böhtanla üz-üzə qaldım. Onda da sifarişli üstümə gələnlər oldu. Məhkəmələr, prokurorluq, çox yerə müraciətlər oldu. Amma bu efirdə bir söz demişdim. Mən Natiqin yoxa çıxmasında ədalətin əli olduğuna adım kimi əminəm. Tuturlarsa tutsunlar məni. Və bugün 9 il əvvəl dediyim o söz və bu da nəticə. İzləyəcəksiniz. Amma qonaqlarımız var. Mən alqoloqumuzu görəndə üzüm gülür. Çünki o mənim üçün bir qəhrəman doktordur. Çox insan doktor ola bilər. Çox insan, hər kəs öz işini sevə bilər, bu öz yerində. Amma mənim üçün o qəhrəman doktordur. 44 günlük vətən müharibəmizdə bir doktor olaraq lazım olduğu yerdə olan, qəhrəmanlıq göstərən, 9 əskərimizi həyata qaytaran alqoloqumuz, kök hüceyrə üzrə mütəxəssis Bəhruz Məmmədov studiyamızdadır. Əsl doktor, əsl doktor. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmal Ağazadə studiyamızdadır. Vəkilimiz Azərbaycan Vəkillər Kollegiyasının üzvü Ramil Qocayev studiyamızdadır. Dəyərli oftalmoloqumuz cərrah Gülşən Dikmən studiyamızdadır. Hər biriniz xoş gəlmişsiniz və öncə qeyd edeyim ki, bugün eyni zamanda Elşadın övladlarının DNK-sının nəticəsi açıqlanacaqdır. Buradadır Elşad. Burada deyilsə gəlsin studiyaya. Bugün məndən tələb etmişdi uşaqların DNK-sı. O DNK-nın cavabı var. Bugün açıqlayacağım əziz tamaşaçılar. Eyni zamanda Şəbnəm olayı ilə bağlı
baş həkimin İsveçdə müsahibəsi var. Onu izləyəcəksiniz və yenə də şok detallar. Və buyursun studiyaya İrşad. Qeyd edeyim ki, mən bir məsələyə, gəl İrşad, gəl. Qeyd edeyim ki, DNK-nın nəticəsi bugün açıqlanacaqdır. Tələb etmişdi məndən, DNK-nın nəticəsi ilə bağlı cavabını da almaq istəyir və mən o cavabı da verəcəm. Bu arada mən qeyd edeyim ki, bizim axtarışlarımız var. Diqqətlə baxaq, bu deməli, Əhmədov Novruz Ülvi oğlu axtarılır. 24 yanvar günorta saatlarından yoxa çıxıbdı. Bu günə qədər axtarılır. Hələ ki, Novruzla bağlı heç bir məlumat yoxdur, amma araşdırmalarımız gedir, əziz tamaşaçılar. Bibi xanım buradadır. Hardadır mənim gözəl Bibi xanımım? Gəlibmi? Can, mənim Bibi xanım bacım. Masallıdan gəlibdir. Səidəni axtarır. Səidə ilə bağlı araşdırmalarımız davam edir, əziz tamaşaçılar. 5 il bundan öncə, 2015-ci ildə öz əmisi oğlu tərəfindən yoxa çıxarılıb söyləmişdi. Cəfərova Səidə Fərhad qızı, onunla deməli suallarım olacaqdı ona. O cümlədən Çinarə ilə bağlı, həftə sonu Lənkərandaydım bu araşdırma ilə bağlı. Çinarə 5 il bundan öncə qaynananın evindən yoxa çıxıbdır. Bugün indi arzu yoxdur, xəstədir ona görə. Amma Həsənli Çinarə Cəlal qızı ilə bağlı axtarışım üçün Lənkərandaydım. Sevincin şəkili də gəlsin ekrana. Məmmədova Sevinç Natiq qızı. O da itkin düşüb, Gəncəyə gəlir və Gəncədən yoxdur. Psixoloji problemlərinin də olduğu deyilir. Diqqətlə baxaq. Məmmədova Sevinç Natiq qızı tanıyan, bilən varsa, qaynar xəttimizi görürsünüz. Lütfən bizimlə əlaqə saxlayın. İllər öncə səni axtarıram, Natiqin axtarışı ilə bağlı Rusiyada bir yola çıxdı və bunun üçün bizə Natiqin bacıları, haradadır onlar? Gəlin bura, gəlin. 2 bacı. Mən ən çox Hacı xanımı xatırlayıram. Qardaş deyib, day, ilahi, onun o göz yaşları, onun, Elşad, sən bu tərəfə keç lütfən. Onun o göz yaşları, onun o hayqırtıları, Natiq deyib ağlamaları və bir an belə öz dediyindən əl çəkmədi. Sonuna qədər gəldi, getdi. Hara istədimsə bərabər gedək, dedi, gedək, xoş qədəm xanım. Mənim qardaşımı tapıb verəcəksən. Bir-bir izləyəcəksiniz, əziz tamaşaçılar. Bir-bir. Və bugün nəhayət ki, Hacı xanıma 9 il əvvəl verdiyim sözü tutdum. Mən o məsələyə keçmədən öncə bir məsələyə toxunmaq istəyirəm. Sən axtarımın konsepsiyası bəllidir. Azərbaycanda ilk sosial axtarış layihəsi. Ondan sonra balalar çoxdur. Çox balalar dünyaya gəldi, sən axtarımdan sonra olsun, canları sağ olsun. Problem yoxdur bundan, çünki hər kəs müraciət eləyir və burada nə qədər ciddi bir iş gördüyümü bir Allah və mənim vicdanım hər zaman qadın və uşaqların tərəfində oldum. Uşaq söhbəti gələndə mənim üçün həyat durur. Qadın söhbəti gələndə ən pis qadını belə müdafiə etdim. Hətta son hadisədə Türkiyədən Azərbaycana gəlib, kəbinli, nigahlı arvadım, üzr istəyirəm, həyat yoldaşım Nərminəni görmək istəyirəm, Xoşqədəm xanım, tapın onu verin mənə, dedi. Verdi, öz videoları ilə gəlib, ay kişi, kəbin necə kəstirir, nə bilim, qarda, nə bilim, bax belə necə gəzirlər, onu Mustafa'nın gətirdiyi videoları verin mənə. Yəni, o nigah mərasimi, Türkiyəni qarış-qarış gəzdirdiyi bu videolarla gəldi, biz də bunu göstərdik. Nərminə də yazdı ki, ay cəmahat itməmişəm, gəlirəm. Gəldi. Mən sizə sual verirəm. Hər birinizə sual verirəm. Amma vicdanla cavab verin. Əvvəla onu bir şey deyim ki, başına gələr başmaqçı olub,
olur axı deyirlər. Mən başmaqçı olduğuma görə artıq mən qapının ağzından bir kamera qoyulur ta bura girənə qədər. Heç kimsə güllə ilə, silahla efirə çıxarılmır. Bir də eşitdim ki, mənə bu Mustafanın həyat yoldaşı 3 dəfə, 4 dəfə bura gəldi. Bir dəfə yox ha, 3-4 dəfə gəldi bura. 3-4 dəfə gəldi, hətta verin o birinci gəlişini verin. Dubaydan gələn qadınları hardan tapıb gətirmişsin qapını? Dubaydan kim gəlib, Xoşqədəm xanım? Hanım. Mən evdəyəm, evdə olduğum halda digər o kiçik otaqları da göstərib. Kiçik otağa mən evdə telefonla danışırdım, gördüm ki bunlar yoxdur ikisi. Kiçik otağa gedəndə, küçük odaya gittiğim zaman, yani geleceğimi tahmin etmiyordun. Küçük odaya gittiğim zaman... Evin içindesin, nasıl tahmin etmiyorum? Evin içindesin bir insan. Soyunmuş bir halde... Soyunmuş kadın, mu? Aynen, İspat et benim soyunuk olduğuma. Sana nasıl ispat? Gözünle gördüğümü Allah biliyor sadece. Tamam, Allah bilir, ispat et. Uygunsuz bir vəziyyətdəydi. Yani qadın keçdi, kuxuna da başladı ağlamağa. Bu da, mən də sadece bir kəlmə dedim orada. Dedim, ayıb olsun size. Zaten onun birinci ay... İşinin səbəbini, ərini qoyub qaçdığının səbəbini bu şəkildə anlattı. Mustafa da dedi ki, sapıma, ipimə qədər alacağım səndən. Çünki sən mənə həyat yoldaşılıq eləməmsən. İkinci süjeti xatırlatmanı izləyək. O zaman neden kaçtı geldi? 29 günlük nikahımız var. Neden kaçtı geldi? Necə yəni? Demədin. Türkiye'de duruyor. 29 gündür nikahımın altına olduktan sonra niye kaçtı geldi? Önce niye gelmedi? Tabii bunun bir sebebi vardı. Siz 29 gün nikahda mı kaldınız? Buyur aha. Telefonda var. Görüntüleri geldi. Ablacığım bunlar şimdi Mustafa'nın kaynanası gel. Ben ismini tam getiremiyorum. Biliyorum ama getiremiyorum. Dilimin ucuna getiremiyorum. Sizin de başınıza bu olay geldi mi? Gelinleri var Neriman Hanım. Bizde gelinimiz var. Geliniz var. Onu da mı, onun annesi mi getirdi? Onun annesi getirmedi. Bizim biraderimiz oradan telefonla bu Samsun'dan bir bayan arkadaşından telefon almış. İnternetten Samsun'dan birinden telefon almış. Azerbaycan'la tanışmış bu. Aha. Bunlar geldiler bizim evimizden, bizim biraderimize istersen annemi de vereyim, annemden, babamdan 25 milyar bizden para istediler. O da geldi, o gün, o gece onun hanımı da geldi. Herhalde Nermine'ydi, evet Nermine de geldi. Bizden 25 milyar para istediler. Verdiniz mi o paranı? Biz vermedik. Burada kızdılar, bağırdılar, çığırdılar, ne yaptılarsa, ne ettilerse biz vermedik. Mustafa Bey'le hemen Ərəfədə Nermine Hanım evliydi mi? Evliydi, evet. O da Mustafa da geldi onlarla. Mustafa'yı da rezil ettiler. Dediler bu parayı ya Mustafa sen vereceksin ya da bunlardan alacaksın. İkisinden biri. Yoksa biz sen vereceksin Mustafa'ya böyle şart koştular. Ama biz para vermedik. Başlık ama parası buradaki... yani sizde de o var. Başlık Yok parası. başlık değil. Bu başlık değil. Başlık parası. Yok bir dakika yani başlık parası belediye. Komisyonculuk satıyorlar. Başlık parası yok artık Türkiye'de. Başlık parası yok. Sen bu kızılları da özün verdin buna. Şimdi değilsen o kızılları da Ben istiyorum abla, ben de sen geri aldın. Dedin ki geri ver dedin. Ya geri aldım diyende sen de Ben vermez istiyorum, mi? her şeyimi istiyorum. Aa. Evimden kaçmasaydı, kendin verdin evimden kaçmasaydı kesinlikle istemiyordum. Nermine qızılları gətirib. Gəlsin Nermine. Gəlsin. Mənə söz verib sözünü tutmayan Nermine. Mustafa Bey verdim bir dəfə altınlarını. İkinci dəfə isə mən sözümün üstündə durdum, verdim. Mustafa'ya cibimlə altın mı alın verir? Xoşqədəm xanım, qızılla bitirsə, Mən sənə alacağım. qızılları verirəm. Bitiyor. Ben başka bir şey istemiyorum. Doğuş Bey sizin yanınızda, Tamam. bütün Türkiye ve Azerbaycan'ın karşısında desin ki qızıllarla Nərimlənin yakasından düşürəm, gətirdiyim aynı qızılları gətirməzsəm namərdim. Bunlar ama görünmeyen tərəflər var. Açığı bu Türkiye'dən o qədər kişilər zəng etdi ki bizim qaynar xəttimizə. Artıq mən bir əməkdaşımızı yaxın günlərdə Türkiyəyə bu qadın başlıq paralar filan məsələsi ilə bağlı Türkiyəyə araşdırmaya göndərirəm. Bütün o araşdırmaları edib hüquq mühafizə orqanlarına təqdim edəcəyəm. Mənim işim, mən jurnalistəm, mən araşdıracağım və bunu hüquq mühafizə orqanlarına verəcəm. Çünki yüzlərlə Türkiyədən zəng gəldi bu hadisədən sonra və indi gözəl gözlü Nərminə deyir ki, bəs məni şantaj edib çıxarıblar bura. Sizə sual verirəm. Bu şəkildə şantaj olurmu? Tamam, səni bir dəfə şantaj edib. Niyə? Əvvəla hər şey dediyim axı
videolar, kamera. Oradan gələndə kimə qışqırdın ki, məni efirə salmayın, mən gedirəm. Eşitdiniz onu, burada var tamaşaçıların içində. Nərminə sizlərlə birlikdə gəlib gedirdi. Onun özünün sərbəst keçdiyini gördünüzmü? Bu belə. İkincisi, tamam, səni şantaj edib gətirmişdik. Əminin həyat yoldaşı burada nə edirdi? Onu da güllə qabağında gətirdilər. İzləyin, bu qadın, baxın, Nərminənin əmisinin həyat yoldaşı. Əgər doğrudan həyat yoldaşıdsa, bilmirəm, Mustafa deyirdi ki, ya o da yalan. Baxaq görək. Onun bibisi də nə haldadır? Siz kimsiz? Mən o əmisi arvadıyam. Oy, nə yaxşı. Qohumları tapıldı. O, siz var idiniz, siz. Nərminə buradan yuxarısını göstərib, telefonla bir kişi ilə danışıb, sonra Türkiyəyə ərə gedərkən o kişinin arxasınca, onda haradaydın? Onda bizim xəbərimiz yox idi. Niyə demirdin ki, mən axtarım görüm, bəlkə dəlidir, cinayət yoxdur. Bir dəqiqə, səbrin olsun. Yox, bir dəqiqə deyən. Demirdinmi ki, bəlkə bir cinayətkardır, bəlkə bir psixoloji durumu yerində olmayandır. Bu qızı niyə bədbəxt eləyir? Zəng elədim, dedim, Nərminə xanım, get barış, günahdır. Dedim, mən özüm barışacağım, amma hələ yox. Yaxşı, tamam, barışırsan, barışmırsan, o sənin ailündir. Sən onun üçün qızılı, hə? Bu xanım onu sevir, ya. Ya bu da seviyor, o yüzden hırsızlık ortada, o yüzden. Bu xanım onu sevir. Sən gəldin burada söyləyirsən. Çünki mən hiss edirəm onu. Mən evdə yox idim. Bu xanım onu sevir. Sən ki, evlənirəm. Sənin bu cür gözəl qarın varsa, kimlə evlənirsən? Ayıb deyil mi sənə? Vallahi biz fark etmez. Ben gene evleneceğim. Söz verdim, burada evleneceğim. Evlənəcəksən, ancaq onunla. Göstərdim də sizə bütün olanları. İndi sifarişçiyə də, sifarişi icra edənə də deyirəm ki, bu dəfə elə olmayacaq. Çünki həqiqətən də haqq deyilən bir şey var. Vəkil var, hüquq var, qanun var. Müraciət eləyəcəyəm. Qanun nədirsə o. Bəstirin artıq. Əməyimizi heç etməyin. Əziyyət çəkirəm. Mən həftə sonu rayona işimlə bağlı gedəndə övladlarımın üzünü görmədim deyə maşına mindirib onları yanımda aparıb, amma bircə saat görmüşəm. Çəkilişdən qayıdıb uşaqlarla bir yerdə olum deyə. Ona görə lütfən haqqa girməyin. Sifarişçiyə də, sifarişi həyata keçirənə də deyirəm. Gedin və bu görüntülər, bütün hər şey, kameralar sizin qarşınıza çıxacaq və ictimai nüfuzuma da vurduğun zərbə var ha, qanun. Və bu arada üzr istəyirəm Ramil bəy, bircə şey deyim sizə. İnanın mənə o qadını və o kişi bura çıxandan sonra burada oturanlar daxil bizi məhv eləyibdir ki, çıxardın onları efirdən. Sən axtarama yaraşan bir mövzu deyil deyə. Hamınız demisiniz, səsizi çıxarın. Mən məcburiyyət qarşısına Mustafanı buradan necə yola salmışam mühafizə görüb. Nərminənin əvəzinə hələ ona qızıl da alıb verməyə söz vermişəm ki, o 1000 manatlıq qızılı mən sənə göndərəcəm, qardaş. Sənə qurban olum, çıx get. Mənim axtarışlarım, araşdırmalarım qalıb burada. Xəstələr qalıb burada ki, hansı ki, bizdən kömək istəyirlər. Minlərlə də sizlər mesaj yazmışsınız ki, o cür iğrənc bir mövzunu xoş gedən müzakirə eləmə, amma müzakirə etmək lazımdır. Bizi xarici ölkələrdə rəzil edənləri çıxarıb göstərmək lazımdır. Və bu məsələ ilə də bağlı o gələn zənglər ki var, mən bu həftə əməkdaşımız Türkiyəyə gedir araşdırmaya. O cür insanları araşdırıb hüquq mühafizə orqanlarına təhvil vermək lazımdır. İstəyirəm, yəqin ki, verilişdə baxıblar, elə iştirakçılar da oldu ki, gördü. Nərminə xanımla bir dəfə yəni məni qınadı. Hətta mənə irad da tutdu ki, səhv etməmisənmi? Bəli, mən ona dedim ki, bəli, mən həyatda səhv etməmişəm. Demişəm o sözü. Çünki onun elədiyi səhv deyil idi. O başqa bir şey idi. Aydındır. Ona görə o verilişdə, yəni çəkilişdə mənim orada onunla diyaloqum da var. Çünki qadının mən haqqında demirəm. Yox, mən sadəcə olaraq məni şantaj edib efirə çıxarıblar, aldadıblar, neyiniblər. Bala səni bir dəfə, 2 dəfə, 3 dəfə. Mən mövzunu uzatmaq istəmirəm. Onun o fikirlərini, yəni üzr istəyirəm. Mən insanla işləyirəm. Biz vəkillər insan psixologiyasından işləyirik. Mən o qadın haqqında demirəm. Sadəcə olaraq onun çıxışlarında nə qədər səhv olduğunu, yalan olduğunu üzünə deyəndə və tərsinə çevirdi. Və hamısı da verilişdə var, olubdur. Hamısı var, kim istəsə buyurub götürə bilərlər, efirə də izləyə bilərlər. Demir ki, şəxsiyyətimə toxunublar, məcburu çıxardıblar. Buyursun o məhkəmə. Bəli.
O qayda, o qanun. Bəli. Versin məhkəməyə, məhkəmədə görüşərik. Bəli, aydındır. Aydındır və mən qeyd edeyim ki, biləsiniz ki, burada hər zaman hüquqlarınızı müdafiə etdim. Hətta ən əxlaqında sorun olan bir insan belə gəlib və məni sizlər buna görə tənqid etmişsiniz. Bəlkə haqlı, bəlkə haqsız. Mən yenə də demişəm ki, o qadındır, yıxmayın, vurmayın, öldürməyin, əzməyin. Həyatında bir səhv edibdir. 2 səhv edib, 3 səhv edib. Amma yıxılanın hamımız üstünə gələndə nə olur? Düzəlir? Yox, vallah düzəlir. Neysə, keçən indi əsl sən axtarıram. Çox üzr istəyirəm, bu məcbur idim bunu deməliydim ki, sifarişçi və sifarişi həyata keçirənlərə deyim ki, vallah mənim sən axtarıramdan başqa iddiam yoxdur. And olsun Allaha. Bu işimi o qədər çox sevirəm ki. Mən işimin sevdalısıyam. Zevq alıram işimdən. Zevq alıram. İnanın mənə yorulmuram. Ona görə mənim nə hardasa olmaq, nə hansısa nəyəsə iddiam yoxdur. Mənim işim sevdiyim işi görmək və buradakı insanlara kömək etməkdir. Başqa heç bir iddiam yoxdur. Əmin olun. Vallahi yoxdur. 9 il əvvəl evindən müəmmalı şəkildə itkin düşdü. Böyük bir cinayətin qurbanıdır. Mən bir Allahımı çağırıb çıxmışam bu yola. Bir də sizi deyib gəlmişəm. Səni axtarıram, Natiqin bacanağı tərəfindən qətlə yetirildiğini üzə çıxardı. Çünki biz çox mehriban olmuş ondan. Başına çəkiçlə vurub öldürür. Onun sümükləri meşədən tapıldı. Mənim qardaşımı sürcümün dozu tapa verir məni. Xoşqədəm Hidayət qızı daha bir cinayətin üstünü Rusiyada açdı. O qədər təkliflər, o qədər hədə qorxular bizi yoldan çəkindirdi mi? Yox. Birazdan səni axtarıram da. 9 ildən sonra bugün Hacı xanıma verdiyim sözü tuturam əziz tamaşaçılar, amma ondan öncə deyim ki, 19 il əvvəl evindən toya gedir və geri gəlməyən Günəşlə bağlı sizə bir söz vermişdim ki, Günəşlə ilgili şok açıqlamalar olacaqdı. Və indi görüntüləri görürsünüz. Biraz sonra həmən xanım danışacaq və 19 ildən sonra Günəşlə bağlı şok açıqlamalar. İtkin Günəş, itkin Səidə, itkin Çinarə. Birdimi, ikidimi? Saymaqla bitmək olmur. Dünən Lənkəranda mən Çinarə üçün göz yaşı tökdüm. Masallıdan keçərkən Səidəmi düşündüm. Günəşimi düşündüm. Çünki 2013-cü ildə Günəşi Masallıda gördüm demişdilər. Həftə sonu Masallı və Lənkəranda 3 qızımızın axtarışı ilə bağlı idi əziz tamaşaçılar. Və biraz sonra Günəşlə bağlı şok açıqlamalarımızı izləyəcəksiniz. Amma öncə mən dönmək istəyirəm. İllər əvvələ. Hər dəfə mənə deyirsiniz, Xoşqədəm xanım, mənim axtarışım getmir. Yox, mən də deyirəm. Hər gün efirdə olmaya bilərsən, amma bir gün belə müraciətinizlə bağlı araşdırmamız dayanmır. Gəlin biz illər öncə dönək və Hacı xanımın bizə müsahibəsini izləyək. Həsənova Hacı xanım Mirələm qızı, Bərdə rayonundan gəlmişəm. Axtarıram qardaşım Məmmədov Natiq Mirələm oğlunu. Qardaşım 20 ildən artıqdır, Tümendə yaşayır. Axırıncı dəfə onun gəlişi bizə Azərbaycana 2007-ci ildə oldu. Bir müddətdən sonra özü orada qalıbdı. Elmira dedi ki, Natiq qaldı Tümendə, biz uşaqları da götürdük, gəldik Azərbaycana. Dedim, Natiq, dedi, Natiq mala gedir. Mən qardaşım əlaqə saxladı, özümüz də bir neçə dəfə onunla əlaqə saxladı və dedi ki, Natiqə zəng vurur, Natiqə zəng çatmır. Və Elmira, Natiq niyə bizə cavab vermir? Dedi, o mala gedəndə gec gəlir. Dedi, bir belə gec gəlmək olmaz, o pasiyanı biz ondan zəhləşmişik. Bir müddətdən sonra gəlinimiz zəng vurdu ki, Elmira rayona gəlir uşaq, onu qarşılayın. Qardaşımın qızı Röya gəldi, dedi ki, bibi, mən əmimgilə getmək istəyirəm kəndə. Dedim, yola saldım, getdi. Elə həmən yola salan günün axşamı
gecə idi, saat 11 zad olardı. Qardaşım zəng vurdu mənə dedi ki, Hacı xanım bilirsən, kəndə gəl, işim var səninlə. Getdi, Röya dedi ki, əmi, atamı öldürüblər. Namiq də dedi, Röya, atanı kim öldürüb? Axı, mən atanla nə əlaqə saxlayıram, telefona zəng çatmır, siz də bir şey, heç nə demirsiniz. Dedi, yox, mən özüm qaçıb gəlmişəm, məni evdən bayıra buraxmırdım anamgil. Biz Bakıya gələndən sonra. Atamı Ədalət əmi öldürübdü. Ədalət də mənim qardaşımdan bacanaqdır. Onlar da kənddə yaşayırlar, rayon adamıdırlar. Nəsə onlarla biz əlaqəzə saxladıq elədik, heç ona da zəng çatmadı, Ədalətə zəng çatmadı. Sonra elə zəng vurdum, dedim Elmira gəl də rayona gəl və Röya belə deyib ki, Natiqi Ədalət öldürüb. Bu nədir belə, nə xəbərdir bu belə, bizim heç nədən xəbərimiz yoxdur. Nəsə onu biz zorla rayona gətizdik. Gəldi rayona gələndən sonra boynunu almırdı. Dedi, yox, uşaqdır, qorxuzublar, nənəsi ilə belə söhbət olubdur, o yalan deyir, belə elə. Nəsə, bunu mənim qardaşım, bunun səsini danışanda telefonu zaps elətmişdi. Telefonu açdı, qoydu ortalığa, dedi Elmira, bax, bunun hamısını Röya danışır ki, atamı Ədalətlə Elxan əmi öldürübdür. Qız anasını görəndən sonra Röya dedi ki, mən atam sağdır. O gündən sonra mənim qardaşım haqqında heç bir məlumat olmayıbdır. Ondan bir neçə müddət keçəndən sonra qızların ikisini həmən Ədalətin bacısının oğluna 2 qardaş verdi gəlinimiz. Heç ondan da bizim xəbərimiz yoxdur. Mən anamın qəbrinin üstünə getmirəm. Ona görə ki, mənim mamam mənim yuxuma girdi. Dedi ki, Natiqi mənə tapıb verməyincə mənim üstümə gəlməyin. Mən də yaşaya bilmirəm. Hacı xanım, neçə il olur axtarışın? Mikrofonu götür. Var, hə. Neçə il olur artıq? 14 il. 14 il. 2013-də də mənə müraciət eləmişsən. Deməli, Hacı xanım səs yazısını bizə təqdim etdi. Qardaşı qızının səs yazısını, Röyanın. Röya orada deyirdi ki, mən gözlərimlə gördüm. Qanı, hər şey. İndi birazdan Röyanın səsini eşidəcəksiniz. Gəlin öncə Elmiranın, Natiqin həyat yoldaşını sən axtaran bir araşdırmaya başlayır və sonra Elmira xanımı dəvət etdik. Elmira xanım dedi ki, üzümü göstərməyin. Amma bütün olanları danışacağıq. Danışığı gəlsin efirə. Sizin evinizdə həmən gecə bir hadisə baş verir. Deməli, həyat yoldaşınız evdə söhbət edərkən, onun yanında olur Ədalət, siz və qızlardan biri. Həmən gecə nə baş verdi? Birdən-birə, necə oldu ki, Natiq yoxa çıxdı? Bir dənə söz deyim ki, bu sözlərin heç biri uyğun gəlmir. Xanımın dediyi sözlərin heç biri düz deyil. Xoşqədəm xanım, mən suyun iç. Deyə bilərəm ki, biz gələndə, Natiq özü bizi yola salıb, Natiq. Yalan deyirsən, Natiq bizi yola salıb, yəqin ki, Hacı xanım özü orada olub da, özü olubsa onda mən danışmayayım da, qoy özü danışsın. Danışın, yox, siz danışın, biz sizi eşidirik. O uşağın o vaxtı olub 13 yaşı, o uşaq onlara elə söz deməyib. Deyirsiniz ki, Röyanın 13 yaşı vardı, Röyanın 15 yaşı vardı. Deyirsiniz ki, Röya o sözü deməyibdi. Var Röyanın səs yazması bizdə, uşaqlar. İzləyək. Gəldim dedim, paltarımı dəyişdim, başqam qaldı ki, paltarımı dəyişdim. Paltarımı dəyişdən sonra atam qaldı ki, Ədalət, özün demək ki, bu da qan tökülsün. Bunlar pul haqq hesab edirlər. Atam dedi ki, sən mənə pullarını ver, çıxıb gedirəm. Gəldim evə, oturub dedim, amma atacıl ödünü verir. Dedi ki, pul istəyir atam. Sonra bir ön gördük ki, müxtüm səsləri gəldi. Hala gibi bizi götürdü qonaq otaqlarına, özlərdə buna da başladılar danışmaq. Bir ön gördüm, Natiq getdik, ağlaya-ağlaya qarşı. Hala söylədi ki, nə olur? Deyir ki, Ədalət mənim vücudu, nəyə gəlmişsən bura? Nə var burada? Sonra rəvanə getdik. Nənə göndərdi ki, rəvanə ki, baxdır oradan o. Ədalət əmi rəvanəm vurdu, qaytardı da ki, nəyə gəlmişsən bura? Ondan sonra bir də müxkəm səsləri gəldi. Qonşular çıxdı görür, nə olur? Hala bilib ki, heç nə olmuşsun, danışırlar izlə. Sonra gəldim, görüm ki, Ədalət gəldi, maşını şurada fardı qoydu, qatının altına. Lapatqan da qoydu içinə. Sonra bizim evdə vedrə var idi, boş idi. Su doldurdu, fardı evə. Ədalət. Gəldi xalama dedi ki, biz malları üçün gedirik. Xala mama gibi çağırdı qına, nə dedirsə mama dilə. Mama gibi başladı ağlamağa.
Ədalət o palazadı yuyub gələndən sonra. Maşını xodladılar, qapını çıxdılar, getdilər. Ədalətlə ev xatlarını qulağımız ilə qoymasıya. Nənəm dedi ki, Allah rəhmət eləsin. Sonra bunlarda bir dənə qəfildən başladı ağlamağa hamısı. Mama da dedi ki, bu da oğlunun hədiyyəsi. Birinci heç ara fikir vermədim, ağlıyordum. Sürükəndim üstü ola bilər. Sonra aralandım, yerə gözüm sataşdır. Əvən idi ki, sünniyyən qandı. Klonkan qalırsın, benim klonkan gözlədi qandı. Biranın düzünü nə bilmir. Bir gözüm damcı palazası qanlar var. Qatdan aşağı düşür. O taxtdan üstündə də qan vardı, ondan sonra qan olmadı. Açıq şəkildə etiraf edir ki, atamı ədalət. Röya bu telefon zəngində açıq-açıq etiraf etmişdi. Amma sonradan Röya gəldi studiyaya və bütün bunları inkar etdi əziz tamaşaçılar. Elmira xanım da inkar etdi. Hətta məni hədələdilər. Məni məhkəməyə verməklə suçladılar, hədələdilər. Nə inədilərsə geri dönmədik. Buyursun, məhkəməyə versin dedik. Amma mən burada tək olmadım. Çünki Hacı xanım da bizimlə bərabər oldu. Bir an belə geri çəkilmədi. Barışığa cəhd etdilər. Hər şey biz geri çəkilmədik və ta 2020-ci ildə biz bütün əlimizdə olan materialları Rusiya hüquq mühafizə orqanlarına göndərdik. Ona qədər isə ədalət, baxın görün, nə deyirdi. Çünki bütün bu olaylardan sonra ədalətlə görüşdük. Ədalət, belə bir şeylər var, səni bacanağının ölümündə itham edirlər. Görün, ədalət nələr danışdı. Ədalət Süleymanov İsmailoğlu. Mən bura gələndə 94-cü ildən Natiqdə gəlib çıxdı. Həmən vaxtı böyük bacanağım onu gətirmişdi bura. Bir neçə il işlədi burada. Böyük bacanağımla işlədi, gəh məndən işlədi. Ondan tanıyıram mən onu. Kətdən də tanıyırıq bir-birimizi. Dası Salam Meliki Məliki salamımız yox idi. O Viklov rayonunda yaşayırdı. Məndən bir 300 kilometr aralı. Bir aya yaxın işlədilər, sonra nə oldu, onların arasında bilmirəm, dolanmadılar o kimi. Mən məcbur oldum, getdim onu, yığdım, gətirdim yanıma. Belə gətirdim yanıma ki, gəlsin burada hələlik bir iş tapıb verərəm ona. O işim iş də tapdım, prilajiət elədim ona, o işim atqaz elədi, getmədi. Dedim, mən qalacam sənin yanında. Qaldıq mənim yanımda, bir ilə yaxın deyim də, belə qaldı, işlədik. Ailəsi, uşağı çıxdı, getdi Azərbaycana. Onun ailəsi Azərbaycanda olanda mənə zəng elədilər ki, biz onu tapa bilmirik, evdə acıq, çörək pulumuz da yoxdur. Onu taps, gör, bizə pul göndərə bilərmi? Mən şəxsən neçə dəfələrlə onun ailəsinə pul göndərmişəm burada. Neçə dəfələrlə. Azərbaycana gedəndən sonra, bilmirəm, bir neçə ildən sonra böyük bacanağım yenə onu gətirdi bura yanına. Gəldiyi bir 2-3 gün idi Azərbaycandan. 2-3 gündən Azərbaycandan gələndən sonra xəbər gəldi ki, atan çox pis vəziyyətdədir. Onu mən yola salmışam buradan Azərbaycana. Öz kəsçilərimizi yığmışam burada. Onlar sağ olsunlar, nə qədər imkanları çatıb. Hərəsi 1000 manat, 500 manat köməkli eliflər getməyinə. Qalan pulu öz cibimdən mən qoyub onu göndərmişəm, atasını gedib sağaldıb gəlibdi o adam. O böyük qardaşla Azərbaycana gedəndə Namiklə onların arasında nəsə olub bilmirəm. O nə qədər sirri vardı, söhbəti vardı, həmişə məndən açıq idi, eləyirdim o söhbəti. Çünki biz çox mehriban olmuşuq ondan. Məni bir böyük qardaş yerinə qoydu həmişə. Bir dəfə qayıdım cavab qaytarmazdı. O adamın da belə bir xasiyyəti vardı ki, içki verəndə bir balaca o gördün ki, özünü yaxşı aparmır. Ataq, mənim ondan ədavətim olmayıb heç vaxt. Nə qədər darda olub, həmişə mən ona kömək eləmişəm. Onun ömrü boyda heç vaxt pulu olmayıb. Söhbətdə gedir ki, güya ki, o gedib baldızının toyunu eləyib. Qız orada söhbət edir bu ayısı. Baldızının toyunda o olmayıb orada. Baldızının toyuna öz bacıları bula yığışıb pul göndərib, bir qəpidə onun pulu olmayıb o vaxtı. Bir insan ki, bir köpüksüz gəlib çıxa bura, 3-4 ayın içində, 5 ayın içində, 6 ayın içində mümkündürmü o insanın çoxlu malı devlət olsun, pulu olsun? Mümkündürmü o şey? Heç bir mümkün deyil. Ancaq bu insan mal qara saxlamaqla, onun da malı qarası bir dənə danası olmuyor. O mal qaranın hamısı mənim olubdur. O da olub 6-7 baş heyvan olubdur. Dana olubdur, nə bilim, 2 dənə inək olubdur, 5 dənə qoyun olubdur. Bizdə heç vaxt çox mal olmuyor, o yaşayan vaxtı. O buradan çıxıb gedəndən sonra mən malımı artırmışam. Heç vaxt onun varı devlətə olmuyor. Heç vaxt onun çoxlu pulu olmuyubdur. O insana həmişə mən bir qardaş kimi mən kömək edirəm. Sonuncu görüşdə mən o insana pul verdim, yola saldım, gitsin mal da alacağım. Onunla reysi gedən bir oğlan vardı. Aparın maşını qoyub onun həyatında
oğlana deyir ki, bu dəqiqə gəlirəm. Elə onunla da gedən oldu. O adam bir də ondan sonra gəlmədi. Onun kiçik bacısı var, Kırımda yaşayırdı. Mən də qabaq Kırımda yaşamışam. O bacısı mənim qabıma çox çörək qoyubdu. Onun xətirinə mənə xahiş elədi ki, bəs orada rozku ver ona. Mən getdim, ona rozku verdim burada. Getdim burada rozku verdim, rozku verəndən sonra bir dəfə Oğlanın rozku zəng elədi ki, o Tobolsk rayonunda burada, buradan 250 kilometr aralıda. Tobolsk rayonunda peşixodu buraxmayıbdı. Peşixodu buraxmayıb, ona qayı protokol yazdı ona. Aradan bir ay keçəndən sonra bunlar mənə zəng gəlirlər. Tez-tez ki, filan yerdə olubdu, filan yerdə olubdu. Sonra mənə zəng elədi ki, gəl bura, söhbətimiz var. Getdim Oğlanın rozkunun yanına. Dedi, belə. Bunun axırıncı dəfə buradan Kurgan oblastında Varqaş şəhəri var. Varqaşı da saxlayıb bundan Abisin dilini alıblar ki, bəs mən bilmirdim. Abisin dilini şəxsən o günləri getdim özüm oxudum orada. Bir yazıb ki, mən bilmirdim, mən rozkudayam, axtarışdayam. Söz verirəm ki, mən Azərbaycana zəng edib öz qohumarımı xəbər eləyərəm ki, mən yaşayıram, ölməmişəm. Yağın ki, bu xəbəri hamısını eşidir o insan ki, bunu axtarırlar, belə veriliş gedir, belə proqram var. Bu insanı biraz elə bilirəm ki, çətinlik olacaq bunu tapmaq. O insanın xasiyyətinə görə, mən deyirəm ki, o insan çox sıxırıtı insandır. Sağdır, ola bilsin ki, şildir, kimisə yanında işləyir. Harada işləyir, onun mənim xəbərim yoxdur. Prigorodlu bazar var Tümində. Bir uşaq var, Tümində dedi ki, bu bazar onu mən dedi, bir 20 gün bundan qabaq maşından ət boşaltdığını gördüm. Natiqin yoxa çıxmasında adı hallanırdı. Bu o ədalətdir ki, qızı Röya əmisinə telefon danışığında deyir ki, atamı ədalət əmi öldürdü. Amma indi bizim kameraların önünə çıxıb bu müsahibəni vermişdi. Azərbaycana gedib bir yerdə deyir ki, mən onu deməli yola saldım, maşınını aparıb dostunun qapısına qoyub. Başqa bir yerdə deyir ki, polisə mən onun axtarışı ilə bağlı müraciət etdim və polis məni bir ay sonra çağırdı, dedi ki, biz tapdıq Natiqi və Natiq dedi ki, mən özüm ailəmə zəng eləyib xəbər verəcəm. Bütün bunları sizin də eşitdiyiniz kimi ədalət deyirdi. Amma yenə səni axtarıram, ona inanmadı. Və biz onun üstünə getdikcə o bizi hədələdi. Hacı xanım. Yəni, mikrofonu götür. Var mikrofonu. Qardaş nə deməkdir? Qardaş. Nə deməkdir? Mən hər şeyim qardaş. Atam, balam, bilmirəm. Ən sevdiyim qardaş. Mən öncə sənə təşəkkür edirəm ki, bir an belə məni tək qoymadın və öz hədəfindən, öz məqsədlərindən, qardaşını tapmaq istəyindən geri çəkilmədin. Sənin bu mübarizən mənə ruh verdi. Sənin bu mübarizən məni daha da məsuliyyətli ildi, Hacı xanım. Və mən sənə 9 il öncə bir söz vermişdim. Çox təəssüf edirəm ki, o arxiv materialı, o söz verdiyim yadımdadır, hamısı yadımdadır. Yoxdur məndə ki, onu mən indi göstərəm. Bilirsiniz, mən həmişə mübarizələrdə olduğum üçün çox şeyləri itirirəm. Maalesef. Orada bir söz vermişdim ki, Hacı xanım, sən yanımda ol, mən sonuna qədər gedəcəm və sənin qardaşını əgər ədalət öldürübsə, o ədalət qarşısında cavab verəcək. Xatırlayırsan? Bəli, hamısı yadımdadır. Mən indi sənə verdiyim sözü tutdum və indi biraz sonra sən və bütün tamaşaçılar onu görəcəkdir. Hələlik isə reklamlardır, ayrılıq reklamları. 19 il əvvəl yoxa çıxan Günəşlə bağlı şok xəbər. Bizdə çox böyük faktlar var. Şahidin dedikləri hər kəsi dəhşətə gətirəcək. Öldürülərək bastırıldığını və həmən yeri bizə deyəcək. Günəşi bu dərəyə atıblar. Birazdan səni axtarıram da. Tamaşaçılar, mən qeyd eləyim ki, 9 il apardığımız Rusiyada bir araşdırmanın sonucunu izləyəcəyik və mən təşəkkür edirəm sponsorlarımıza, Medera Hospitalına təşəkkür edirəm. Qeyd edeyim ki, Medera Hospitalında yüksək ixtisaslı plastik cərrah Dr. Günel Bayramlı tərəfindən dietasız, idmansız, ağrısız, işsiz, hospitalda qalmadan çənə altı, qol, qarın, bud və s. nahiyədən
artıq piylərdən azad ola bilərsiniz. 055-225-57-77 əlaqə nömrəsidir. Bundan əlavə, Profesor Doktor Ömər Arikan tərəfindən süd vəzi, zob, mədə altı, vəd, öd kisəsi və s. xəstəliklərdən əziyyət çəkənlər, xəstələrin müayinə və əməliyyatı həyata keçirilir. Zəng edə bilərsiniz. 055-455-0303 əlaqə nömrəsidir. Gəncə İstanbul Genetik Klinikasına təşəkkür edirəm. Ultrasəs müayinə, maqnit rezonans tomoqrafiya, kompüter tomografiyası kimi xidmətlərə ehtiyacınız varsa, Gəncədən Bakıya gəlməyə ehtiyac yoxdur. Çünki regionun ən böyük laboratoriyası Gəncə İstanbul Genetik Klinikasındadır. 050-885-7007 əlaqə nömrəsidir. Bundan əlavə, Gəncə İstanbul Genetik Klinikasında Azərbaycanın məşhur kök hüceyrə üzrə mütəxəssis alqoloqu Doktor Bəhruz Məmmədov fəaliyyət göstərir. Siz bircə deməli iynə ilə bütün ağrılardan, ən ağır ağrılar, xüsusilə xərçəng xəstəliyindən əziyyət çəkənlər və ya kök hüceyrə istəyənlər Azərbaycanın ən məşhur doktoru Bəhruz Məmmədova zəng edə bilərlər. 077-376-8500 077-376-8500 əlaqə nömrəsidir. Mən təşəkkür edirəm bizim oftalmoloqumuz, göz doktorumuz deməli Gülşən Dikmənə və qeyd edeyim ki, peşəkar oftalmoloqumuz Hindistanda ixtisaslaşıb Türkiyədə çalışan bir doktordur. Bütün göz əməliyyatlarınız üçün 055-352-55-77-yə zəng edə bilərsiniz. Zob doktorumuz endokrinoloq Xəqani Həsənova təşəkkür edirəm. 12 fevralda Bərdədə, 13 fevralda Mingəçevirdə olacaq. Zəhərli zob, hamiləlikdə zob, düyünlü zob, bütün zob problemlərinizə bağlı 050-603-81-82 050-603-81-82-yə zəng edə bilərsiniz. Aytən Sonsuzluq Mərkəzinə təşəkkür edirəm. Əgər sonsuzluqdan əziyyət çəkirsinizsə, 10 il, 20 il, 30 il uşağı olmayanlar regionun ən böyük sonsuzluq mərkəzinə zəng edə bilərsiniz. 050-455-82-82 əlaqə nömrəsidir. Uroloq-androloqumuz Bəxtiyar Hüseynova təşəkkür edirəm. Uroloji problemi olanlar, kişi sonsuzluğundan əziyyət çəkənlər, böyrək daşından əziyyət çəkənlər 055-694-40-50-yə zəng edə bilərlər. Sleepers uşaq bezlərinə təşəkkür edirəm. Əziz analar, Türkiyə istehsalıdır. Dünyanın 50-dən çox ölkəsində satılır və 12 saat uşağınızın dərisini quru saxlayır. Ona görə də yalnız Sleepers bezlərini ala bilərsiniz və təbii ki, təşəkkürüm nömrə 1 psixologiya mərkəzidir. Azərbaycanda türk mütəxəssislərin çalışdığı yeganə mərkəzdir. Və mən sizə bir söz vermişdim. Deməli, öncə onu deyim ki, biz bu araşdırmanı apardıq və sonra Rusiya hüquq mühafizə orqanlarından bu işi aparan şəxslər bizimlə əlaqəyə girdilər və məndən bütün materialları istədilər. 9 il ərzində apardığımız bütün araşdırmaları Rusiya hüquq mühafizə orqanlarına təqdim etdim. Mütəmadi olaraq mənimlə əlaqə saxladılar. Mən təşəkkür edirəm. Çox gözəl bir əməkdaşlıq etdik. İnanılmaz yəni. Əslində siz bilirsiniz, istintaq sirri olan şeylər var. Onu bizə vermək kimi onların olmaz. Siz də bilirsiniz, vəkil kimi. Amma bu işi ilk başlayan və inanaraq sonuna qədər gedən və göndərdiyimiz materiallarla ədalət tapılsın, hər şey açılacaq dediyimiz üçün müstəntiq hər dindirmədən sonra bizimlə əlaqə saxlayırdı. Və mənə bir məlumat verdi. Xoşqədəm xanım, biz sizin dediyinizin gerçək olmasına yaxınıq dedi. Siz bir daha onun ailəsini efirə çağırın, bu bizim üçün çox önəmlidir və həmən gün eyni zamanda o görüntüləri canlı-canlı Rusiya hüquq mühafizə orqanlarından izləyirdilər. Biz Elmira xanımı və əlimizdə ilkin məlumat var idi bunun ədalət törətdiyini. Çağırdıq studiyaya. Var mı o görüntülər? Baxın, görün, mən sonuncu dəfə onlara müraciət etdim. Heç olmasa sonuncu dəfə. Yardım edin bizə. Çünki sizin ifadəniz önəmlidir. Siz Rusiyaya getməlisiniz. Sən qızısan Röya. Hüquq mühafizə orqanları səni istəyir, ora gəlməni istəyir, əgər atanın qatilini bilmək istəyirsənsə. Amma baxın, görək, nələr oldu. Əslində Hacı xanım da o birilər də sizi bağışlaya bilər.
Nəyə görəsə insan, mən biraz öncə dedim, yalan da deyə bilər. Amma bugün sizin üçün, həm də özünüzü bağışlatmanız üçün bir məqamdır. Mən onu sizə vermişəm. Buyurun, həqiqətləri deyin. Hadisə necə olubsa onu danışın. Bu sizin üçün çox əhəmiyyətlidir. Zaman gələcəkdir, bunun üçün mənə təşəkkür edəcəksiniz. Siz. Bax, bunu mən deyirəm sizə. Elmira xanım, siz də, qızınız da, yaxınlarınız da. Zaman gələcək. Mən bu haqqı sizə çağırmaya da bilərdim sizə. Mənə nə? Məktub gəlib oxuyardım, bitib gedər. Amma mən sizə, sizi bura çağırmaqla sizə kömək etmək istədim. İndi buyurun. Mən yenə də deyirəm ki, həmin vaxt mən məktəbdən gəldim. Mən məktəbdən gələndə gördüm ki, məhlədir də, yağış yağırdı. Girdim içəriyə, sumka da çiynimdə idi. Gördüm papadır, Ədalət əmidir, bir də Elxandır. Nəysə, onu görəndən sonra papa mənə dedi ki, durma, çıx buradan, get. Bu moment Ədalət əmi dedi ki, Natiq, eləmək ki, mən səni burada öldürərəm. Baxın, o söz mənim yaddaşıma girdi. Ki, niyə bu məni öldürmək istəyir? Niyə mənə bu sərt cavab verdi? Bəli, atam da məni ondan sonra evdən qovdu. Bu danışdıqlarım var ki, o nənə gəldi, bunu dedi, mama onu dedi. Bunlar doğrudur mu? Xeyr, xoş gedəm xanım, o doğru deyil. Onu mən yalan deməyəcəm. O səs yazısı sənin də. O mənim səs yazımdır. O mənim səsimdir. Amma ki, siz bilmirsiniz ki, bu necə yazılan bir səs yazısı. Orada sən güllə qabağında mı danışırdın? Niyə, xoş qədəm xanım, bu случай mən birinci o səs yazmadan qabaq mən əmimlə danışmışdım. Bir əmim idi onda. Ondan sonra mən sizə dedim ki, pult falan məsələsi var idi. Mən dedilər ki, yetim qalarsan, Dudaşıda. Mən dedim ki, atasız olanda insana yetim mi deyirlər? Yəni sənə təzyiq mi eləyəmişdilər? Qalan o, mən dedim ki, onlar siz necə, xoş qədəm xanım? Röya, sən neçə yaşın var idi onda o səs yazısı? 13 yaşım var idi. 13 yaşın? Bəli. Yaxşı, olsun 13 yaşın. 13 yaşım var. Röya, sən yalan mı danışırdın orada? Bu səs yazı sənin, deyilən sözlər də sənin. Bütün hər biri cümlə və cümlə görürsən, ora yazılıbdır da. Bəli. Yəni, sən bunu niyə yalan danışdın? Səni kim məcbur etdi? Amma ki, bacı qan içində oturub, nənə palaz yiyib, valla onlar hamısı yalandır. Onlar yalandır. Onlar yalandır. Yaxşı, bir dəqiqə. Ola bilsin ki, Röya o hadisə törənəndə orada olmayıbdır. Elmira xanım, siz orada olmusunuz. O zaman siz etiraf. Xoş gedəm xanım, valla hadisə zad görməmişəm mən. Bax, 10 il, 13 il bundan qabaqda demişəm. Bax, indi də deyirəm. Tamaşaçılar, sonuncu bir şansı verdi. Çünki Natiqin sümüklərini də olsa, bağışlayın məni, bacılar, onu tapa bilmirdik. Ədalət saxlanılmışdı, amma ədalət boynuna almırdı. Ailəsinin bizə köməyi lazım idi. Həyat yoldaşının və qızı Röyanın. Çünki hadisəni onlar olduğu kimi bilirdilər. Geri çəkilmədik. Siz sonuna qədər gedin dedik. Nə Hacı xanım, nə mən. Nəhayət ki, Natiqin sümüklərini harda bastırdığını etiraf etdi ədalət. O meşə qazıldı. Natiqin sümükləri çıxarıldı. Doqquz illik səni axtarramın bir axtarışı bu cür acı bir sonluqla yekunlaşdı və Rusiyada əziz tamaşaçılar. Natiqin ilk gün dediyim kimi ədalət tərəfindən öldürüldüyü və bastırıldığı səni axtarramın bu versiyası Rusiya hüquq mühafizə orqanları tərəfindən təsdiqləndi. Dünən isə Rusiya hüquq mühafizə orqanları həmən sümükləri səni axtarırama təhvil verdilər.
mən sizə bir söz vermişdim, o sözü tutdum və mən bu işdə bizə kömək edən hər kəsə təşəkkür edirəm. O cümlədən heç nə dilimi bilən, nə heç nə Rusiya hüquq mühafizə orqanlarından sonuna qədər inanıb bizimlə getdiyi üçün 9 il. Gözünü yaşın göstərir. Bu gündən onlar ağlar. Və hal-hazırda mən sənə bir söz vermişdim. Artıq yola düşdü və bizim əməkdaşlar gəlirlər, gətirirlər sənin qardaşının. Çox təəssüf edirəm ki, verdiyimiz proqnozlar, araşdırmamız bu cür nəticələndi. Amma sənə əvvəldən də demişdim, Hacı xanım, hər şeyə hazır ol. Qardaşın həyatda yoxdur. Baxın, görün, ədalət nələr demişdi. O demişdi, Azərbaycana gedib. Onu sağ görübdülər. Mənimlə davet etmişdi, məni təhqir etmişdi əziz tamaşaçılar. Amma bugün Rusiyada, həbsxanadadır ədalət. Balaların çəksin biz yaşadığımızı. 9 il apardığı araşdırmanı bu cür bitirdi və Natiqin meşədən çıxarılan sümükləri ekspertiza rəyindən sonra Rusiya hüquq mühafizə orqanları tərəfindən sənə axtarıma təhvil verildi və artıq Azərbaycandadır. Əməkdaşlarımız hal-hazırda gətirirlər, Hacı xanım. Mən sizi rayona yola salacağım. Artıq həmən maşın bizim deməli yaxınlaşanda söyləyərsiniz. Amma sən böyük bir mücadilə verdin, Hacı xanım, məni tək qoymadın. Verilişi şərləyəndə də, bağlayanda da hər bir gün yatmadıq. Bağlanıb veriliş deyə işimizi dayandırmadıq. Nə siz, nə də mən. Deyə bilmirəm, gözün aydın qardaşım gəlir. Aydın denən gözün aydın, hamı desin. Buradakilərin hamısı desin, gözün aydın, Hacı xanım. Xoş qədəm xanım. Sizə və sizin komandanıza mən təşəkkür edirəm. Bir də sizə orada yaxınan əməkdaşlıq eləyənlərin də hamısının qarşısında baş əyirəm. Mən ki, bu əzabdan qurtardım. Mən dözə bilmirdim də, amma belə istəmirdim, olmağını istəmirdim belə. Hacı xanım. Sizin hamısını siz elədiniz. Sizin sayənizdə oldu. Bunu açılmağı qəbri evinə qədər unutmayacağım bunları. Heç bir vaxtı. Bax, bir ana kimi, bir bacı kimi mən üçün çox maraqlıdır ki... Söz verirəm sizə mən. Heç vaxt sizin mənə etdiyinizi unutmayacağım. Dualarınız yetər. Natiqin tapılıb mənə verilməyinin sayəsində hamısını bax siz oldunuz, siz. Siz və sizin komandanız. Hamınızı təşəkkür edirəm. Bir deyə bilmirəm. Çatdıra bilmirəm. Hamınızı təşəkkür edirəm. Hamınıza. Bütün ekspertlər ayından bəri nə qədər nə gördüklərimin hamısına. Bax, belə dərin belə minnətdarlığımı bildirirəm onlara. Hamınıza. Kaş sənə deyirdim ki, Natiqi sağ tapmışam. Kaş sənə deyərdim ki, Natiq həyatdadır. Kaş sənə deyirdim ki, onu qətlə yetirən, vəhşicəsinə qətlə yetirib, doğrayan ədalət onu doğramayıbdı. O sağdır, salamatdır. Kaş onu deyərdim. Kaş. Olmadı. Buna da şükür, xoş qədəm xanım. Buna da min şükür. Min şükür eləyirəm buna da. Mənim gözüm yollardan yığıldı. Qardaşının artıq mənə deyirlər ki, çatırlar televiziyanın önünə. Mən sizi yola salacağım. Aşağı. Siz artıq məncə çefirə gəlməyin. Elə oradan da götürün qardaşınızın. Sizə qurban olum. Hər şey hazırdır. Hər şey hazırdır. Deyə bilmirəm. Çox təəssüf edirəm ki, dəfnə gedə bilməyəcəm. 9 illik bir mücadilədə yalnız o dəfn mərasimində sizi yalnız buraxacağam. Amma bilin ki, sizin yanınızdayım. Siz mənə hər şey etdiniz. Siz çox şeylər etdiniz mənə. Bunun açılmanın səbəbkarı bu veriliş oldu. Mən sizə, bax, belə sosial proqramlar lazımdır, ancaq o da bir dənə yedinli, bunu da mən deyirəm, Natiqin bacısı deyir. Xoşqədəm xanımın verilişdir. Bunu heç nədən çəkinmədən deyirəm. Sizsiniz, sizin komandanız. Sizə mən təşəkkür edirəm. Bütün ekspertlərə. Əziz bacım, sonuna qədər getdiyim üçün şərlənirəm. Bu, bəzi məsələlərlə bağlı sifarişlərlə də vururlar mənə, amma kim vurursa vursun, sizin dualarınız mənə yetər. Bu insanların duaları yetər. Və burada başlatdığım heç bir işi, bunu hamı bilsin. Oy, mənə gül gətirmə. Ay, mənə bu ölümlə bağlı. Mən buna sevinirəm.
Mənim 14 ildir gözlərim yollardaydı, yırıldı da, mən sürünürdüm. Onlar da mənlə bərabər, heç hava unutmaram, Xoşqədəm xanım, sizləri, sizin komandanı. Bütün nə qədər nəziyyət olan. Axı mən onun sümüklərini sənə gətirmişəm. Bunu mən demişəm ki, dilmən mən başqa şeylər edəyim. Gül istəmirəm. Mənim arzum idi, mənim arzum idi. Onu da reallaşdıran siz oldunuz. Onu da gəl belə eləyək. Siz oldunuz. Mən bu gülü istəyirəm ki, Natiq öz torpağına, ailəsinə, anasına qovuşduğu üçün onun üstünə, onun məzarının üstünə mənim adımdan qoyur. Götür. Çox sağ ol, Xoşqədəm xanım. Sizə çox minnətdaram, çox. Ömrü boyu sizin elədiyinizi unutmayacağım. Bunu bu veriliş açdı, siz açdınız. Sizin sayənizdə açıldı bu. Sizi gözləyirəm. Sizə qurban olum. Çox sağ ol. Allah rəhmət eləsin. Hamınıza qurban olum, hamınıza təşəkkür edirəm. Bütün ekspertlərə. Gəl. Buyurun, gedin. Sizin sayənizdə açıldı. Ölənə qədər unutmayın. Hər şey sizdən. Düz 9 il apardığımız bir mücadilə idi. Çox təəssüf edirəm ki, mən bu şəkildə ailəyə xəbər verdim. Amma önəmli olan odur ki, bir inandıq. Önəmli olan odur ki, biz deməli bir an belə araşdırmamızı dayandırmadıq. 9 il uzun bir dönəmdir əziz tamaşaçılar. Amma bu 9 ildə Səni Axtarıramın gecəsi gündüzü olmadı. Bir şeyə inanırdım. Natiqi yoxa çıxaran ədalətdir. Və çox təşəkkür edirəm Rusiya hüquq mühafizə orqanlarından mənə gələn o təşəkkürdə də bir cümlə məni həm qürurlandırdı. Dedim, axı, mən peşəmi sevirəm. Mən sevirəm işimi. İşimi sevirəm. Həm də göz yaşlarımı tuta bilmədim. Siz mükəmməlsiniz, Xoşqədəm Baxşəliyeva yazmışdılar. Bu mənə qarşılaşdığım çətinliklərdən, şərlərdən, böhtanlardan, sifarişlərdən üstün olduğuma bir dənə o cümlə Rusiya hüquq mühafizə orqanlarının yazıb göndərdiyi ki, siz və sizin verilişiniz mükəmməldir. Bir cinayətin açılmasında bizə yardım etdiyiniz üçün sizə təşəkkür edirik. Bundan böyük işimin, belə deyək, yaxşı nəticələndiyi üçün, bəli, bir ölüm xəbəri verir. Tamaşaçılar da görür onu ekranda. Amma inanın mənə ki, bu işin yekunlaşması üçün qarşılaşdığım hədələr, qorxular, təhqirlərin heç bir umurumda deyil. Çünki mən bir işi yekunlaşdırdım. Nə xoş mənim halıma. Təəssüf edirəm. Natiqin anasının mənə sözü. Qızım, mən gedirəm. Amma oğlumu tapmağı sənə tapşırıram. Bugün ananın ruhu şaddır. Çünki oğluna qovuşacaqdır. Görəsən Natiqin övladları, bu hadisəni gizlədən, bu sirrin açılmasında mənə kömək etməyən Röya, baxırsan efirə. Mən səni bağışladım, qızım. Amma Allah bağışlayacaqmı, onu deyə bilmərəm. Sən bizə kömək etmədin anan üçün. Amma Allah kömək etdi, bu sirr açıldı. Hətta Rusiyanın o ucqa, ucsuz, bucaqsız meşələrindən o sümüklər tapıldı. Çünki mən Allaha inanıram. Elə də eləsin. Allaha güvənirəm. Yola da Allah deyib çıxıram. Nə qədər mani olursunuzsa olun. Allah və yenə də Allah. Bugünkü gündə siz burada olmalıydınız. Ar olsun sizə, ar olsun. Ergün canım qurban, ayna. Aman neredeyse yarın karalar yapar kurban, ayna. Çok sağ olsun. Gelin hanım. Gelin. Şahin çık. Çık Şahin.
bir günü, bax bu efirdə o maşın onun qızını gətirəcək. Elə bil o da o göz aydınlığını, elə bir həsrət var idi ki, sanki o özünü o bacının yerində görürdü. Ki, mənim uşağım da gələndə, bax, beləcənə göz aydınlığı ev yoxdur, versinlər mənə. Amma sirrin üstü açılsın. Həqiqətən çox böyük bir işdir. Nə qədər ağrılı da olsa, bu bir uğur idi. Bir niskilin sonuydu. Mən o övladlara buradan səslənib bircə söz demək istəyirəm. Siz də valideynsiniz. Sizin də övladlarınızın atası var, anası var. Heç düşünürsünüz ki, hadisə baş verəndə onun yəni nə rəngi var, amma səbəbləri var. Bu sizin də övladlarınızın başına gələ bilər. Şəbnəmin adını çəkdiniz. Gör, mən necə qəddaram ki, mən anaya deyirəm ki, gün o gün olsun Şəbnəmi də bu şəkildə gətirib sizə tərbiyə. Göz aydınlığı olsun. Belə göz aydınlığı heç bir valideyni arzulamıram. Belə göz aydınlığı heç bir anaya, heç bir bacıya, heç bir övlada arzulamıram. Nə qədər dərdli insanlar var. Nə qədər qardaş yolu gözləyən, bacı yolu gözləyən, övlad yolu gözləyən, illərdir sən axtarama itkisi üçün ayaq döyən Səidələrin anası var. Çinarələrin anası var. Rusiyanın uçsuz bucaqsız çöllərində itkin düşən Natiq kimi oğullar var. Qəlbindən keçdi, dedin, kaş ki. Mən bu həftə demişdim, axı İsveçə gedəcəm. Amma bəzi məqamlar var. İndi siz dinləyəcəksiniz. Bir çox mikrofon verək Şəbnəmin anasına. Bir çox məqamlar var, Fəzilə xanım. Onların burada açılmasından sonra İsveçə getmək istəyirdim. Ona görə mən keçən həftə İsveçdə olmadım. Amma sizə söz verirəm. Mən necə ki 9 il əvvəl söz verdim Natiqin ailəsinə, yaxınlarına eyni sözü sizə verirəm. Çox sağ ol, xoş gedəm. Çox sağ ol, minnətdarım. İndidən başlanılıbdır. Məni vurmaq üçün müəyyən sifarişlər olacaq. Hazıram. Önəmli olan Fəzilə xanım ki, balasına qovuşacaq. Natiqin qatili cəzalandırıldı, artıq həbs olundu. Bilirsiniz, indi bu dəqiqə o qadın necə sevinir. O qardaşının sümüklərini aldı məndən. Amma həm də ədalətin zəfəri üçün sevinir. Həm də qardaşının qatilinin həbsi üçün sevinir. Yəni, bir xoş qədəmdir. Öldürün, nə qədər söyürsünüz, təhqir edirsiniz, vurursunuz, nə inirsiniz edin. Mən Allah deyib bu insanların yanında gedəcəm. Nə olur olsun. Xoş gedəm, xanım, minnətdarım. Çox sağ ol. Şəbnəmin ölümü ilə bağlı baş həkimdən açıqlama. Küt alətlə çəpəki zərbə nəticəsində şok. Bunu səfir edib. Kamil, Elvin və Aygün. Şəbnəm öldürülübmü, yoxsa intihar edib? Birazdan səni axtarıram da. Biz 19 il bundan öncə itkin düşən Günəşlə bağlı araşdırmalarımız davam edir, əziz tamaşaçılar. Həftə sonu bir qrup, çəkiliş qrupumuzun 2 nəfəri də həmən araşdırma ilə bağlı getmişdi. Hətta gələnlər var, biraz yəqin görüntüləri görürsünüz və təbii ki, yenə İsveç məsələsinə dönürük. İsveç məsələsinə, Şəbnəmə dönürük. Mən bir ölkə xəbəri ayrılarkən bir söz dedim. Sonuna qədər gedəcəyik. Sonuna qədər. Bilsək ki, bu yolda ölüm var. Ölüm belə haqdır. Allah harada bizim qarşımıza çıxaracaqdır, onu kimsə bilmir. Allahdan böyük kim var ki? Hədələmələrdə, mənimlə İsveçə eyni gedəcək dediyi insanlar da var, bilmirəm kimdir. Valla sözün açığı mən o dəfə istədim bununla bağlı hüquq mühafizə orqanlarımıza müraciət edim. Sonra fikirləşdim ki, lazım deyil.
Yəni, niyə bu boyda böyük işlər olduğu bir vaxtda Xoşgədəmi niyə qorusunlar ki, öldürürsə gəlsin görək harada öldürəcəkdir məni. Mən neynirəm? Mən öz işimi görürəm. Gəlib insan mənə müraciət edib, İsveçdə bir dənə hadisə, heç hadisə üçün də gəlməyib. Bax, xanım bura, gəlibdir ki, qızımın məzarını köçürtməyə mənə kömək elə. Və ondan sonra bütün bu olaylar açılıbdır. Mən hardan biləydim ki, orada belə olaylar var. Bu verilişdə açıldı ki, sən demə başqa şeylər olub, sən demə Aslanın ora adı şahid kimi yazılıb, sən demə orada müsibətlər olub, sən demə orada heç polis gəlib evdə də yoxlama aparmayıb, sən demə heç Şəbnəm dərman da içməyib. Mən bunları hardan bilə bilərdim ki, mən bunları bilmirdim. Qeydiyyata da düşməyib. Doktor Mahmud Bilirə təşəkkür edirəm. Türkiyənin ən məşhur hocası Azərbaycanda da əziz tamaşaçılar. Diz, bud, çanaq, çiyin endoprotez əməliyyatlarından tutmuş, serebral iflic əməliyyatları, boy uzatma, oynaqlara kök hüceyrə, diz xəstəlikləri əməliyyatları, əyaq cərrahiyyəsi, ümumiyyətlə Türkiyənin ən məşhur hocası Doktor Mahmud Bilirə mütləq müraciət edin. Çünki həqiqətən də o doktor kimi, hoca kimi bir hocadır. 050-994-98-90 təkrar edirəm. 050-994-98-90 əlaqə nömrəsidir. Mən təşəkkür edirəm. Deməli, İlğım ədviyyatlarına nəhayət ki gəldilər. Nəhayət ki mənim evimdə sevimli ədviyyatlarımı artıq sizlərə də təqdim edəcəm. Mütləq ilğım alın. Sarıkök istəyirsiniz, ilğımın özü bu aralarda çox sarıkökdən istifadə eləyin. Çünki sarıkök bilirsiniz ki, orqanizma nə qədər əhəmiyyətlidir. Amma təkcə sarıkök yox, bütün ədviyyatlarınız ilğımdan olsun. Niyə ilğım? Ədviyyatlar birbaşa vətəndə xammal şəkildə ölkəmizə gətirilir, ilkin emal prosesindən keçir. Deməli, açıq şəkildə satılan ədviyyatları almayın, üzərində istehsal və son istifadə müddəti olan, qida təhlükəsizliyi sertifikatı olan ilğımı alın. Çünki ilğım həqiqətən də mükəmməldir. Çağrı mərkəzdə 44-11-dir. Nevroloqumuz Jalə xanım Qarayevaya təşəkkür edirəm. Bütün nevroloji problemlərinizi Ankara Qayazı xəstəxanasında uzun müddət çalışmış nevroloqumuza müraciət edin. 050-363-1002 əlaqə nömrəsidir. Lika Şıxıyevaya təşəkkür edirəm. Qeyd edeyim ki, Lika Şıxıyeva bütün o qadınlarda deməli problemlər ki var doğumdan, hamiləlikdən sonra 055-780-26-62-yə zəng edə bilərsiniz. Hə. Amma bu Şəbnəm məsələsinə keçmədən baş həkimin müsahibəsini eşitmədən mən istəyirəm ki, bu arada qeyd edeyim ki, bizim günəşlə bağlı 19 il öncə itkin deməli düşən günəşlə bağlı araşdırmalarımız davam edir və bugün o araşdırma ilə bağlı studiyamıza gələnlər var. Şok açıqlamaları olacaqdı. Xanım gəlmişdi buraya, yəqin xatırlayırsınız. Uşağını sığınacağa qoymaq istəyirdi. Buradadırmı həmən xanım? Buradadır, hanı? Yox, yox, siz yox. O yaşıl gözlü balam var idi mənim. Hanı o? Şəlalə, hə? Gəlsin studiyaya. Şəlalə studiyaya gələnə qədər mən istəyirəm ki, buradakı insanlarımız, öncə mən deyim, İslamova Günəş Səməndər qızı şəkili gəlsin ekrana, Novruzun şəkili gəlsin ekrana, Novruz yanvar ayının 24-ündə itkin düşüb, Əhmədov Novruz Ülvioğlu, Novruzla bağlı xəbəri olanlar bizimlə əlaqə saxlasınlar. Keçən həftə bir şəkil vermişdim, xahiş edirəm o şəkil ekrana gəlsin. Əgər, bəli, əgər o şəxslə bağlı hər hansı bir məlumatınız varsa, bizimlə əlaqə saxlayın, yaxınları, tanıyanlar, bilənlər, lütfən hər birinizdən rica edirəm, anonimlik qorunur. 050-501-0147 və digər ekranda gördüyünüz əlaqə nömrələrimiz var. Bu şəxslə bağlı, əgər bu şəxsi tanıyanlar varsa, çəkinməyin, kömək edin, xahiş edirəm. Kömək edin. Bilin ki, siz nə qədər belə deyək, kömək etmiş olacaqsınız. Həm yaxınlarına tanıyacağıq, biləcəyik kimdilər. Tez-tez bu, xahiş edirəm, şəkil, Vüsal, tez-tez verin ki, hətta söhbət gedəndə belə tamaşaçılar görürsə, bir-birinizə atın. Bütün hər kəs bizi izləyənlər və qeyd edeyim başqa
Həyat yoldaşını axtaran vardı. Kimdir? Mikrofonu götürsün. Şirin kimdir? Şirin, götürək. Həyat yoldaşını axtarır. Harada itkin düşübdür? Şəkli ekrana gəlsin. Adını deyin yoldaşının. Aynurə. Aynurə xanım. Aynurə xanımı nə vaxtdan yoxa çıxıb? Yanvarın 31-dən. Yanvarın 31-dən Məhərrəmova Aynurə Azər qızı. Hansı şəraitdə yoxa çıxıb? Uşağınız varmı? Var, bəli. Neçə uşağınız var? Bir dənə oğlum var. Bir oğlum var. Hansı şəraitdə yoxa çıxıb? Axşam çağı 6-nın yarısında. Ümumiyyətlə hər hansı bir psixoloji problemi olub? Yox. Psixoloji problemi yoxdur, ancaq problemləri var onun biraz. Nədir problemi? Çox gedib o evdən. Bir neçə dəfə qaçıb. Gedib uşağımın xətrinə görə bağışlamışam. Bir neçə dəfə o. Bağışlayın. Ailəsinin yanına gedib, anasının, atasının. Yəni onda siz bunun yerini bilirsinizsə... Yox, başqa yerə gedib. Bir dəfə bağışlamışam. Sabirabad rayonun polisi də bilir onu. O şeylə bağlı. Yəni qardaşım, bütün günü sizin o evdən qaçanları tutub gətirməyəcək ki, hüquq mühafizə orqanları. Daha nə axtarırsan? Yox, uşağımı... Yazıq hüquq mühafizə orqanlarının nə boyda işləri var ya, o insanları məşğul etməyin. Etməyin məşğul, qoyun getsin işləri ilə məşğul olsun. Uşağımı sizin istəyirəm. əgər bu qadın, bir dəqiqə deyən, xahiş edirəm. Dəfələrlə qaçıb, uşağına görə bağışlamısan. Elə dedin də qardaş. Bəli. Mustafa da buradadır. Tamaşaçılar məni qınıyır və haqlı olaraq qınıyır. Deyir, Xoşgədəm xanım, siz böyük mövzuları qoyub, oradakı o Rusiyada, xarici ölkələrdə apardığınız araşdırmaları qoyub, evdən qaçanı axtarmayın. Mən bilmirəm, o evdən qaçıb, siz deyirsiniz, axtarış üçün gəlmişsiniz, canım da qurbandır. Bu studiya sizin üçündür, qardaşım. Amma de görün, bu Aynurə xanım dəfələrlə qaçıb evdən. Qaçıb. Bəli. Tapmısan, daha doğrusu hüquq mühafizə orqanları tapıb sənə verib. Bəli. Bəli. Təkrar yenə qaçıb. Təkrar buradan qaçıb. Vəkil bu, ölkənin də məhkəmələri var. Get müraciət elə, ayrıl, uşağını da götür özün bax, o da getsin alimentini verib uşağına baxsın. Niyə? Ara gedib, qardaşım istəyir ki, çıxarsın. Çünki dediniz ki, bunu Sabirabad polisi də bilir. Deməli, bilirsiniz də hara gedib də. Lazım deyildi. Bakıda gedib, bir dəfə gedəndə Sabirabad polisi araşdırır. Gətirib veribmi sənə? Mikrofonu oynatma. Uşağıma görə bəli, bağışlamışam. Demədin haradaydın? Ay, Ramil bəy, heç bunu müzakirə eləməyin. Heç bunu, valla tamaşaçı məni, badə Mustafa gəlib orada, baxın. İndi məni Nərminə xanım, güya ki, mən onu belə də şantaj edib efirə çıxarıram, neyniyirəm? Hanı, bu efirdə kimi sizin hansı, görmüsünüz onu, gördünüzmü ki, onu qapıdan kimsə zorla içəri soxsun? Ki, keç içəri. Kimsə onun əmisinin həyat yoldaşını desin, gəl Mustafanın başına dolan ki, sən Allah barış. Və bir dəfə səni o şəkildə gətirdilər, ikinci dəfə nə gəzirdin? Bir də sənin üzünü göstərməyə nə ehtiyac var ki? Mustafa videolarla gəlib nigah mərasimini göstərir ki, ay cəmaat, mən evlənmişəm, indi də həyat yoldaşım. Mustafa, sən burada ol, məncə sən özünə də elə bir vəkil tutub kömək eləmək lazımdır sənə. Otur burada. Sənə isə məsləhətim, əzizim, tamaşaçı məni qınıyır sizə görə və haqlı edib qınıyır. Mən səndən xahiş edirəm və rica edirəm. Bir xanımın getdiyi yeri bilirsənsə və bu dəfələrlə gedibsə, gəlib çıxıb öz vaxtını da alma. Buradakı insanlara da hörmət elə, tamaşaçıya da. Get, Ramil müəllim, mən sizə xahiş edirəm, bir vəkil kimi bu bəyə kömək edin, o ərzənin yazılıb məhkəməyə verilməsi. Boşan, anandır bu. Bəli. Anacan, nəvənə sahib çıxmayacaqsan. Çıxacam, nəvəmi istəyirəm, onu istəmirəm. Mən nəvəmdən ölkə gəlmişəm yanınıza. Mən nəvəmdən ölkə gəlmişəm yanınıza. Bir dəqiqə deyəm, sən istəyirsən uşağı alasan onun nəvəmdən. Bəli, bəli. Bax bu, onda demə ki, sən Aynurəni axtarsın. Çıxarın Aynurənin şəklini oradan. Deməli, gəlmisən ki... Uşağımı istəyirəm. Nicahları var. Rəsmi nigah var, əlində faktlar var, bizdən kömək istəyirsən, uşağına aydındır. Bax, bu başqa məsələ. Bu məsələni müzakirə edirəm. Amma evdən qaçıb və yerini də bildiyin qadın üçün bura gəlmə. Gəlmə. Mustafa da ona görə bura çıxdı ki, Mustafa Türkiyədən gəlmişdi. Və mən bilmirdi, barışmaq istəyirdi. Amma sonra məlum oldu ki, yox. İndi biz daha böyük bir araşdırmaya başladıq.
tək belə deyək, Nərminə xanım falan üçün yox. Ümumiyyətlə bu cür işlər görən, bizi başqa ölkələrdə biabır edən insanlar üçün, qadınlar üçün bir araşdırmaya başladıq. Bəlkə də yaxşı oldu ki, böyük bir araşdırmaya start verdik. Oturmağının adı yoxdur. Yox, da gəlib də. Nəyə gəlib? Yox da indi gəlməklə yenə də efiri yox, mən ona vaxt ayırmıram. Gördünüz, dedim. Vaxt ayır. Bəli, qoy otursun tamaşaçı. Sən birazdan müddətin bitəcək, ölkədən çıxmalı olasan, onda nə edəcəksən? Yaxşı. Keçək indi deməli, digər bir məsələyə. Burada bir xanım var, Şəlalə. Mən səni uşaq bir sığınacağa yerləşdirdik və bir də baxdım ki, sosial şəbəkələrdə sənin uşağını şəkili paylaşılır. Bəli, orada ki, sığınacağa verildi. Yox, verməmişəm. Sadəcə orada gəlib çəkirdilər. Yox da deyirdim, onda çıx, qalma burada. Yəni, özləri çəkirdi. Heç kimin ixtiyarı yox idi çəksin. Özləri çəkirdi. Mən görmüşəm onu, mən də gördüm. Bir dəqiqə, mən səhər o şəkili mənim izləyicilərim atanda, mən şok yaşamışam. Özləri çəkirdi. Əzizim, bəli, biz sağ olsunlar, bütün sığınacaqlara, bütün bax bu mərkəzlərə mən təşəkkür edirəm, həqiqətən də əmək sərf edirlər. Amma mən səni yerləşdirmişəm, uşağın taleyi hələ bilinmir nə olacaq. Bir də baxıram ki, elan veribdilər ki, bu uşaq qoyuldu artıq sığınacaq. Məqsəd nə idi onu elə o şəkildə? Mənə deyildi, əgər qoymaq istəsiniz, gətirin qoyun, özünüz gedmişdin, dedim yox. Nə heç yerə qoymuram, amma nə də atasına verin. şəkili bütün TikTokda, sosial şəbəkələrdə yayıldı. Axşam da çəkdilər, yaydılar. Çox təəssüf edirəm. Deyirsən, bu bizim işimizdir. Bu bizim işimizdir. Nəyin işidir? Onun ixtiyarı yoxdur elə. O qəyyumluğu var mı o uşağın üzərində? Mən səhifəmdə, bəli, paylaşdığım uşaqların hər biri mənim qəyyumluğumda və hekayəsi olmayan uşaqlardır. Qızım, mənə zəng elədi, sən bura gəlmisən. Və buradan biz kömək edirik sizə, düzdürmü? İndi mən sənə sual verim, bizim xəbərimiz varmı? Mənim xəbərim yox idi, sağ olsun tamaşaçılar. Hər birinizə təşəkkür edirəm. Sizin xoşqədəminiz olduğum üçün mən xoşbəxtəm. Evinizdə baş verəni belə mənimlə dərdləşirsiniz. O əfsanə olayından sonra bir dənə qız yazıb mənə. Bu məktubu mən bir dəqiqə elə bunu yeri gəlmişkən oxuyum. Çünki mənə yazıbdır ki, oxuya bilərsiniz Xoşqədəm xanım. Salam Xoşqədəm xanım. Sizə sonsuz təşəkkür edirəm. 14 yaşım var. Atam mənə söyləmişdi ki, səni oxutmayacağam. Bilirdim ki, veriləcəm xalamın oğluna. Amma sizin efirinizdən sonra, sizin valideynlərə müraciətinizdən sonra atam ağlayaraq məni bağrına bastı. Və yaxşı oxu qızım, səni ən yaxşı məktəblərdə oxudacam. Sən İstədiyin sənəti seçəcəksən, gedəcəksən. Düzdür, çox gecdir, 14 yaşım var. Onu mənə ilk məktəbə gedəndən deməli idilər. Amma ən azından atam kimi insanları geri qaytardığınız üçün sizə təşəkkür edirəm. Uşaqların və qadınların müdafiəçisi. Nə yaxşı ki, varsınız. Bax, mən nə bilirəm ki, o insan kimdir, nəçidir, adını da söyləmədim. Amma evindəki ən, belə deyək ki, özlərinə aid problemi belə mənə yazırlar. İndi, qızım, onu görən tamaşaçılar hamısı mənə bir-bir atıbdır ki, ay Xoşqədəm xanım, siz uşağı qoydunuzmu? Siz necə? Birinci mən, belə deyək, birinci növbədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edirəm. Bax, o xanım gətirib nəvəsini qoymağa bura. Qalxın ayağa. Sığınacaq, özdə psixoloji problemləri də var. Mən hələ də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən cavab onların araşdırması gedir deyə bu adam orada oturubdur. Mən kiməm ki, öz başıma kimisə hara qoyam, kimisə neyniyəm? Dövlət var, qanunlar var. Bu günə qədər hər bir addımımı qanunla atdım. Qanunsuz xüsusilə də uşaq və söhbət uşaqlardan gedirsə, onların gələcək talilərindən gedirsə, kimsənin ixtiyarı yoxdur. Nə reyting üçün, nə veriliş üçün onlardan istifadə etsin. Görmüsən, neçə dəfə gətirmirsən, üzünü belə qapalı çıxardıram. Üzünü belə. Açılanda belə deyirəm, olmaz. Baxmayaraq ana burada, baxmayaraq ata burada. Olmaz, dostlar. Rica edirəm. Bu cür mərkəzlərdə çalışanlardan da xahiş edirəm. O başqalarını deyə bilmərəm, amma bu efirdən sizə göndərdiyimi, mən göndərmişəmsə, mənim xəbərim olmadan heç nə eləməyin. Ta ki o qəyyumluq sizə verilənə qədər.
Bilirəm və bunu da işte gizlətmə fikrim də yoxdur. Məqsəd Bilmirəm. maddiyyat əldə etməkdir. Onu bilmirəm, amma Budur. bircə şey deyirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edirəm. Onların qiymətləndirilməsindən sonra, bax bu ailədə ora, dövlət qanunlar, qanunla addım atacaqsınız, qanunla dostlar. Oldu mu? İndi qızım, nə fikirləşirsən? Əyləşin xanım, sizə söz vermədim. Heç bir şey, mən nə uşağımı nə atasına vermirəm, nə uşaq evinə qoymuram. Sadəcə kömək istəyirəm, mənə iş verilsin, özüm işləyim, uşağım. Kəmalə xanım, mən xahiş edirəm, götürün bunu, o sizdə, o mərkəzdə nə qədər insana kömək lazımdır da, orada həm otursun, işləsin, həm də elə uşaq da orada olsun. Sadəcə mənim ştatım yoxdur, mən o baxımdan götürə bilmirəm. Uşağı, baxın, adam ayağının üzərində durmağa qədər də ən azından bunu bir peşə kursuna yönəldə bilərik. Amma o vaxta qədər uşağı qısa müddətli körpələr evinə danışaq, körpələr evinə qoyaq. Amma yaxşı, bəs o zaman necə olacaq? Mənim onu edə biləcəyimi bilirsiniz, nə ola bilər? Bizdə qalsın. Bir müddət uşaq bir ayağa qalxsın. Mən də o istəyirəm də, xoş gedəm. Amma uşağın səhhətində nə var? Mən onu bilməsəm, Xanım məndən gizlədir bir çox şeyləri. Şəlalə bura gələndən sonra mənə yüzlərlə qadın yazıbdır. Mən o haqda heç nə danışmayacağım. Dedim axı ki, mən həmişə ən pis qadın belə olsa onun tərəfindəyəm. Yox, hələ mən onun davranışlarından danışıram. Deməyəcəm, sənin yanındayam qızım. Səni bu vəziyyətə də salan yəqin ki, səbəblər var. Onları müzakirə eləmirəm. Uşağa da, uşaq xəstədir Kəmalə xanım. Bəli, gizlədir, amma mənə yazıblar. Uşağa baxan dayə mənə dünənləri hər şeyi açıqladı. O zaman heç o müəssisədə ola bilməz. Və indi Pərvanə xanım mənə yazıbdır ki, Xoşqədəm xanım, lazımdırsa gətirsin, qoysun uşağı mənim yanıma. Mən onsuz da baxırdım ona. Özü də gedib işləsin, gəlsin. Amma işləyəcəksənsə də. Mən elə işləyib onu saxlamışam da. Və sonra niyə götürdün? Günlərlə getmirdin, ay Şəlalə. Yox, günlər düzdür. Ay Şəlalə. Ay Şəlalə, tək ona deyil, bilirsən nələr yazırlar. Düzdür, getməmişəm. Uşağıma niyə qızın? Zəng vurmamışam. O körpə xəstə uşağını vermirsən, sən ümumiyyətlə, mən demirəm, dayəni seçirik, mənim də evimdə uşaqlarıma baxan var. Amma mən sizə sual verirəm. Siz necə etibar edirsiniz tanımadığınız insanlara ki, günlərlə evinizə getmirsiniz. İndi mən məcburam, işə getmişəm. Sən də məcbursan, işə gedirsən. Günlərlə evimdə də olmadığım vaxt olur. Amma mən zəng eləyirəm, evimə qayıdıram, bacım maraqlanır. Yaxşı, sənin ərin yoxdur, bacın yoxdur, atan yoxdur, maraqlanmayıb. Qızım, sən günlərlə uşağı qoymusan dayənin yanında. Axırı dayə sənə zəng edir ki, gəl uşağına sahib çıx. Niyə? Düzdür. Harada işləyirsən sən? İşim mənim işimdən ağırdır. Yox, mən elə bir ki, necə deyim sizə, restoranda qab yuyanda işləmişəm. Xanım, restoranda qab yuyan tək siz deyilsiniz. Mənim tanıdığım onlarla qadın var. İş bitir də, indi bu pandemiyaya görə lap biraz da tez bitir. Amma bax, sən birinci bu uşağın sənin, əgər bu cür xəstədirsə, əvvəla ətrafa nə qədər ziyan verə bilir, bu bir. Sən birinci uşağınla ilgilənməliydin, eləmisənmi? Gücüm çatan qədər nəyi eləmsən, hara aparmışsan, hansı xəstəxanaya aparmışsan? Heç bir xəstəxanaya aparmamışam, yox. Züeyq xanım indi məcburiyyət qarşısında bu xanım işləməlidir. Biz də deyirik işləsin. Xanım işləməlidir ki, bir maddiyyat əldə eləsin ki, o problemləri çözə bilsin. Yəni, bilirsiniz necədir? Elə hamımız düşürük xanımın üstünə. Amma məsələ burada nə? Əgər bu xanımın problemi varsa, bu günləri bu xanım gəlib nə istəyir? Mənə bir şərait olsun ki, mən işləyim, uşağıma baxım. Bu xanım həm işləsin. Həm özü də deyir ki, harada işləyir də, qabıyan, çox gözəl. İşləmişəm, poverin əlinin altında problem deyil. Əsas odur ki, halal zəhmətinizdən qazanmışsınız da, bacım, düzdürmü? İndi bu adam gecə 12-də çıxır. 12-dən səhər saat 6-ya, 7-yə, 9-a qədər uşağını hansı xəstəxanaya yaparsın? Bəs mən ona görə deyirəm ki, bunu müvəqqəti körpələr evinə qoyanda ən azından uşaq xəstəxanasına onlar yerləşdirib bir uşağa baxardı. İndi dərinləşib artıq bu məsələ. Kim deyir ki, o işləməsin? Gəlin bu istiqamətdə iş aparaq. Səhiyyə Nazirliyinin təbiblə danışaq ki, uşağı birinci aidiyyatı üzrə, orada ağciyərdən söhbət gedirsə, o adi xəstəxanaya getməyəcək. Yerləşdirək bu uşaq, bu istiqamətdə iş aparaq. Çünki o kollektivə gedə bilməz. Bir həftə, 10 gün küvezdə qalıb,
çəkidən də az olur. Ay, küves Xanım, bir il küvesdə öncədir. mənim əkizlərimin biri də 20 gün küvesdə qalıb, amma ayağa qalıb. Boş ver onları, bir dəqiqə deyən. Qızım, Bəli. sənin qardaşının məni təhdid etməsi falan hamısı kameralarda. Bəli. Bilirsən də? Bəli, bəli. Mən anlaya bilmirəm. Amma bu xoşgədəmi nə vaxta qədər təhdid Bəli. edəcəksiniz? Hamısı Gizli, qeyri-gizli, bəstirin də. Qardaşı ürəyə yandı, gəlsin sahib çıxsın da. Yəni ki, çıxsa belə eləyəcəm, vuracam, asacam. Birinci, biz qanunların olduğu bir ölkədə yaşayırıq. Niyə? Səbəb nədir? Bu çıxıb uşağına kömək istəyir. Sən nə edə bilərsən ona? Mənə nə edə bilərsən? Məni mi öldürəcəksən? Yəni, kömək eləyərdim. Dəstək O uşaq da sənin bacın uşağıdır da, kömək elə. Mən xahiş edirəm. Bacı qeyrət çəkəndə, Mən bir dənə... çox qərbədir ki, ancaq elə əllərinə qılınc almağı bilirlər. Kəmalə xan, mən sizdən xahiş edirəm. Biz bunu müraciət eləyək. Xanımı bir işə düzəldirik. İşləyirsən. Sonra deməli, uşağı da müvəqqəti yerləşdiririk. Ayaqda, ayağa durana qədər. Oldu mu qızım? Oldu. Amma sən mənə söz ver ki, buradan çıxıb, yenə də sənin uşağını hansısa sosial şəbəkələrdə uşaq sığınacağa yerləşdirildi sözünü oxumayacaq. Mən dedim axı, həmişə axşam da xalaya demişəm ki, it kimi peşmanam ki, o sözümü dediyimə görə ki, mən harasa qoymaq istəyirəm. Amma çox peşmanım həqiqətən. Çünki mən İsmail, o ər də saxlayan deyil o uşağı. Yox, ər baxan deyil. Biz araşdırmışıq, o baxan deyil. Araşdırmışam mən onu, baxan deyil. Ona görə sənə kömək edir. Amma bir şey deyim də, Xoşqədəm xanım, mən çox, həqiqətən də çox qorxuram. Hələ bir yerdən hədəliyir, yoldaşım bir yandan, qardaşım bir yandan. Çox qorxuram. Sənə də məsləhətim, mən həmişə mənə müraciət edənlərə demişəm, hüquq mühafizə orqanlarına. Gedirsən, polisə, bax, məsələn, mən sənin yerin olsaydım o gün, polisə müraciət edərdim. İndi səni əməkdaşlarımızla göndərəcəm. Elə bir qorxun varsa, yaxınlaşırsan yaxınlıqdakı polis idarəsinə, rəsmi şəkildə müraciət edirsən. Bu qədər bəsit. Siz problemlərinizi, dərdlərinizi hüquq mühafizə orqanlarına çatdırın, qorxmayın. Ora gedib demək lazımdır. Ora müraciət lazımdır. Onu mən heç vaxt nətədir, özümə sıxışdırmamışam. Nəyə sıxışdırmırsan? Ay xanım, haqqını tələb edirsən. 12 illik ailəmdə sizdə bağışlayın. Yəni başa düşmədim, məhkəməyə vermək, hüquq mühafizə orqanlarına getmək ayıbdırmı ki, sən deyirsən ki, özümə sıxışdırmadım. Əksinə, sən bura gələnə qədər özünə sıxışdırıb hüquq mühafizə orqanına getməlisən. Onlar bizi qoruyur. O bizim dövlətimizimdir. O dövlətin yaratdığı qurumlar sizin, mənim, vətəndaşların hüquqlarını qoruyur. Onların təhlükəsizliyini qoruyur. Sən bura gəlmədən öncə getməlisən polis idarəsinə. Sən bura gəlmədən öncə getməlisən məhkəməyə, hüquq mühafizə orqanlarına. Tamam. Getməmisən, gəlmisən, yenə səni yönləndirirəm. Qızım, elə bir problemin varsa, hüquq mühafizə orqanı. Buradan çıx, bizim əməkdaşlarımız kömək eləyəcək. Bu belə. İkincisi, məhkəmə ilə ayağa qalxdıqdan sonra o biri uşağını da alıb gətirirsən yanına. Normal insan deyil. Sənə çox vaxt ayırmayacam, digər talilərimiz var. Bir sizdən də bir şey xahiş edəcəm, boşanmağa mənə kömək edin. Boşanmaq istəyirəm. Yaxşı, kömək edərik. Ramil bəy, xahiş edirəm, kömək eləyin. Bu arada, deməli, burada, deməli, şəklə diqqətlə baxaq. Tanıyan, bilən varsa, lütfən rica edirəm, tanıyan varsa bizimlə əlaqə saxlasın. 055-101-01-47. Lütfən, bu şəxslə bağlı hər hansı bir məlumatınız varsa təcilidir. Dərhal bizimlə əlaqə saxlayın. İkili ekranda tez-tez görəcəksiniz onu və bu arada mən biraz sonra Elşadın uşaqlarının DNK analizinin cavablarını açıqlayacağım əziz tamaşaçılar. Elşad bura gələrkən ilk istəyi uşaqlarının deməli DNT analizinin verilməsi ilə bağlı olmuşdu və səni axtarıram ilk bu addım atmışdı. Cavab da biraz sonra mən sizlərə açıqlayacağım. Amma bu arada mən qeyd edeyim ki, bizim aksiyalarımız davam edir. Jalə xanım Qarayevanın mərkəzində bütün nevroloji problemlərinizlə bağlı siz müraciət edə bilərsiniz. Jalə xanım Qarayevanın mərkəzinə 050-363-1002. Təkrar edirəm, 050-363-1002. Bundan əlavə nömrə 1 psixologiya mərkəzində bizim aksiyalarımız davam edir.
Türkiyənin ən məşhur psixoloqlarının fəaliyyət göstərdiyi mərkəzdə ailə problemlərinizdən tutmuş, bütün psixoloji problemləriniz, uşaqlarda hiperaktivlik, kəkələmə, yaddaş, yemə pozuntusu, nitqdə problem varsa 051-563-0147 təkrar edirəm. 051-563-0147-yə zəng edin. Zob doktorumuz Xəqani Həsənov 12 fevralda Bərdədə, 13 fevralda Mingəçevirdə olacaqdı. Zob xəstəliyindən əziyyət çəkən hər kəs elə bu dəqiqə 050-603-81-82-yə müraciət edə bilər. 050-603-81-82 bizim qəhrəman doktorumuz, alqologumuz, kök hüceyrə üzrə mütəxəssisimiz, ağrı doktorumuz bircə dəqiqə bütün ağrılara yalnız onunla son deyə bilərsiniz. Olacaqdı deməli Gəncədə 12-13 fevralda. 12-13 fevralda Bəhruz doktor olacaqdı Gəncədə. Zəng eləyin, deməli qeydiyyatdan keçin, çünki yazılmalısınız qəbula. Mən nömrələri xatırladıram. 077-376-8500, 077-376-8500 əlaqə nömrəsi. Bu aksiyalar sizin üçün də, əziz tamaşaçılar, sizin üçün çalışırıq. Əgər zərrə qədər də olsa xidmətimiz varsa, nə xoş bizim halımıza və keçək. İsveçə mi, yoxsa günəş məsələsini? Hansına Şahin? Hazırdırmı bizdə? Xanım danışacaqdı. Günəşin bacılarından biri də studiyada olmalıdır. Gəlirmi? Yaxşı, çıxaq Şahin. Şahinin sözündən çıxmaq olar. Deyir, reklamlara çıxaq. 19 il əvvəl yoxa çıxan günəşlə bağlı şok xəbər. Bizdə çox böyük faktlar var. Şahidin dedikləri hər kəsi dəhşətə gətirəcək. Öldürülərək bastırıldığını və həmən yeri bizə deyəcək. Günəşi bu dərəyə atıblar. Birazdan səni axtarıram da. Uşaqdan söhbət keçirsə, onda mən məhəttəl qalıram. Kəmalə xanım, ay qızım, bir dəqiqə. Mikrofonu ver o xanıma. Bu yanda oturan xanım bilirsiniz də necədir vəziyyət. Südabə xanım 14 il əvvəl, 14 il deyilmi? Saratovda başqasının sənədi ilə uşaq dünyaya gətirir. Həmən qadın da deyir ki, uşağı mənim əlimdən aldı, mən indi uşağımın üzünə həsrətəm. Düzdürmü? Necə baş verdi o? Xoşqədəm xanım. Mikrofonu zəhmət olmasa yaxın tutun. O dedim də, yəni ki, onun polisinlə mən polisə daxil oldum. Ondan sonra uşağı apardı, o mitrika götürdü. Yaxın tutun. Mitrika aldı uşağa. Ondan sonra da mən... Uşağın atası kimdir xanım, əgər sir deyilsə? Nətəri? Uşağın atası kimdir? O, xahiş edirəm, o ekrandakı şəkili biz verə bilərikmi efirə? Mən dedim axı ki, onu bizim söhbətlərimizdə belə. Xoşqədəm xanım, o, yəni uşağın atasının bura heç, o mənə dedi ki, o qadınla mən xoşum Uşağın gəlmir. atası kimdir xanım? Atası Saratovdadır, həmən yerdədir. Sizin rəsmi həyat yoldaşınız? Yox. Neçə yaşınız var idi onda? Mənim uşaq dünyaya gələndə 38. 38. Yəni, bu qeyri-rəsmi yaşadığınız bir insan idi. Yaxşı, siz uşağı başqasının sənədi ilə dünyaya gətirərkən Rusiyada bu haqda həyat yoldaşınıza demişdinizmi? Yəni, görüşdüyünüz şəxsə. Xoşqədəm xanım, o insan demək olar ki, 15 ildir biz bir yerdə olduq. Amma onda heç bir təqsir yoxdur. O mənə dedi, o xanımdan mənim xoşum gəlmirsən, ondan araldır. Siz yenə də o adamla bərabərsiniz? Yəni, yox, uşağın üstündə bizim narazılığımız düşdü. Nə üçün? Uşağı istəmirdi o? İstəmirdi deyəndə ki, xoşqədəm xanım, o istəmirsə mənim 4 uşağıma o köməklik eləməzdi. Ay xanım, bəli. Siz gah Aladağdan, gah da Qaradağdan danışırsınız. Mən sizə sual verirəm, təkrar edirəm suallarımı. O kişi ki var ha, bu 14 yaşlı uşağın atası. Bu kişi sizin rəsmi, nigahlı həyat yoldaşınızdır? Yox. Bəs bununla necə tanış olub, uşaq dünyaya gətirməyə qərar verdi? Xoşqədəm xanım, nə oldu da. Necə? Oldu. Oldu. O oldu, oldunuz hamilə. Çox üzr istəyirəm tamaşaçılardan. Hamilə olandan sonra kişi uşağa sahib çıxmadı. Yox, xoşqədəm xanım. Mikrofon. Xoşqədəm xanım, o mənə dedi, öz dokumentinlə get, o arvada inanma günə. Deyirəm, uşağa sahib çıxdı mı? Bəli, bəli. Çıxdı. Bəli. Uşağa sahib çıxan kişi niyə həyat yoldaşını və ya sevdiyi qadını və ya görüşdüyü qadını, lap mənim yadıma Elvin gəlir, İsveçdə uşağı necə keçirtdi öz adına,
təsadüfi görüşdüyü qadından doğulan uşaq kimi atalıq verdi. İndi mən də sizə sual verirəm ki, ay xanım, bu gördü ki, uşağı başqası qadının sənədi ilə səninlə gedərdi nigaha, uşaq da yəni bu sənətləri orada heç belə olmazdı. Getmədi, onu istəmədi. Yəqin ki, istəməyib Xoşqədəm xanım. İstəsə belə olmazdı. Hə, bax, onda həqiqətləri danış. Mən sizdən bir dənə xahiş edirəm. Bax, çıxmısınız bura. Bəli. Hamı kimi. Mən də sizə söz verdim ki, sizə əlimdən gələni edəcəyəm. Sağ olun, Amma doğruları danış mənə. Bəli. Doğruları danış ki, sabah o uşaqla üz-üzə gələndə nə mən utanım, nə siz utanın, nə o uşağı götürüb saxlayan tərəfi mən qəbul edəndə utanmayım. Ona görə doğruları danış. Bir qadın Saratovda yaşayır. Günlərin bir günündə hamilə olduğunu bilir və sonra da rəfiqəsininmi, dostununmu, o qadını necə tanıyırdın sən? İşlədiyim yerdə tanış olmuşam. İşlədiyi yerdə tanış olduğu qadının sənəti ilə Rusiyada uşaq dünyaya gətirir. İndi də o uşaq sənətlə rəsmi şəkildə həmən qadının uşağı hesab olunur. Xanım da gəlib səni axtarıram ki, mən o uşağı istəyirəm, düzdür? Bəli, bəli. Qadın nə deyir sənə? Qadın deyir, uşaq mənimdir. Siz o qadının yerinə olsaz, verərdiniz uşağınıza? Doğru ama, səmimi. Verərdin? Verərdim, Xoşqədəm. Niyə? Borcum var sizə. Balacalıqdan götürüb saxlayım. 14 il uşaq məni anası bilsin. Məktəbdə hamı məni onun valideyni kimi tanısın. Mən sizə niyə uşaq verim ki? Xoşqədəm xanım, o uşağı o saxlamayıb, onun uşağı atası saxlayıb. Hansı atası? Onun paltarı nədir, onun pulu nədir? Hansı atası? Bax, həmən bax, rəsmi. Uşağın atası, bəli, uşağın atası. Uşağın atası. Bəli, bəli, bəli. Yəni, bir münasibəti var. Yox, xeyr. Bəs onda necə olur? Bir də Xoşqədəm xanım. Bir dəqiqə, qoyun, bircə saniyə, xahiş edirəm. Ramil bəy, xahiş edirəm, Ramil bəy, icazə verin. Aha. Öz saxlayıb Xoşqədəm xanım, yəni pulu nədir, onun giyimi nədir? Bir dəqiqə xanım, o kişi əgər pul verən idisə, pulu sizə verəydi, siz saxlayaydınız. Qadına niyə verirdi? Xoşqədəm xanım, yəni mənə inanmazsan da buna şahidlər var. Mən inanmaq söhbəti deyil, mən sizdən gerçəkləri öyrənmək istəyirəm. Mən gerçəyini deyirəm. Hə, gerçəyin de mənə. Deyirsən ki, sənin o, nə deyim, üzü qara olmamış, uşağın həyatını dağıdan o kişi ki var, bərabər olduğun. O kişi baxıb, düzdür? Bəli. Kişi pulu kimə verib, uşağı götürüb baxan sənin iş yoldaşına, düzdür? Bəli, bəli. Mən də deyirəm ki, sən onu evdə baxa bilmirdin ki, kişi pulu sənə versin. Niyə ona veribdi? Bu suala cavab ver. Xahiş edirəm. Səssizliyi bir rəayət edir. Xoşqədəm xanım, Allaha and olsun, yəni ki, onun heç burada bir təqsiri yoxdur. Günah mənim özümdədir. Sualımdan qaçırsınız. Qaçmıram. Allaha, yəni deyirəm ki, o insanın burada heç bir nə olsun ki, yəni ki, o insanın burada təqsiri yoxdur. Təqsir özümündür. Mən sizə sual verirəm ki, bu kişi niyə görə sənin pulunu sənə verməyib, aparıb o qadına verib? O qadınla ər-arvaddır, bəlkə siz demək istəmədiyiniz məqamlar var. Xeyr, yox. Xoşqədəm xanım. Deməli 14 il o kişinin pulu ilə saxlayıb. Allaha and olsun, o qadın yoldaşı rəhmətə də gedəndə Qubadan idi. Bax, bunun atası ona köməklik edərdi. Allah rəhmət eləsin, yerdən götürməyə də. İndi o kişi bilirəm ki, sən çıxıb uşağı tələb eləyirsən. Bəli, bəli, mən demişəm. O nə deyir? Dedi, yəni özün eləyibsən, özün gedib əzabını çək. O kişi evləndi mi? Ailə qurub mu? Uşaqları var? Var, bəli, bəli, ailəsi var. Sizdən sonra? O vaxt var, ailəsi var. Ailəlidir. Ailəli, danışırsınız, əlaqələriniz. Bəli, o insan mənim uşağımı da saxlayıb, mənə köməklik eləyib, bax, günü bu günə kimi eləyib. Amma bu uşağın üstündə deyir, sən bu uşağın həyatını belə məhv elədin. İndən sonra yəni get. Xoşqədəm xanım. İndi siz əminsiniz ki, o uşağı almalısınız. Getdinizmi nə vaxtsa qapısına? Xoşqədəm xanım, mən onu getdim. Ha vaxt biz ona gedirdim, deyirdim də, uşaq mənim ürəyim istəyəndə deyirdi, pul ver, gəl apar uşağı. Bu uşaq istəyirmi sizi? Bilirmi ki, onun anası sizsiz? Bəli, Xoşqədəm xanım. 9 il mənim yanımda yaşayıb bu uşaq. Kim deyibdi ki, anası sizsiz? Siz? Yəni ki, indi mən demişəm, qıraq adam deyib, amma uşaq gözünü açdı, məni gördü. Onu gördü, məni gördü, Xoşqədəm xanım. Kimizi də görüb. Bəli, mən işlədiyim yerdə. Sonra deyirsiniz, 14 ildə onun yanındadır. Bu uyğun gəlmir. Yox, bizə nətərdir. Uşaq dünyaya gələndən sonra uşağı apardı, dedi, məni polislər axtarır. Mən uşağı qeydiyyatda olduğum yerə aparmalıyam. Ay xanım, üzr istəyirəm, bir şey soruşum sizdən. Doğuş prosesi günü baş verəndə o xanım gəlmişdi ora? O qaçdı, gəldi Azərbaycana. Yox, doğuş prosesi günündə, doğum evində sizdən başqa kim var idi? Məni arvad gətirdi, qoydu içəri, getdi. Xəstəxanaya aparır, qadın qoyub gedir. Sənəd deyirsiniz onun sənədindən.
Necə oldu o? Siz axı... Onun sənədi ilə aformit olunubdur. Sizin özünün sənədi yox, bildim. Necə olur axı, şəkil, məkil uyğun gəlmir axı? Arvad məni daxil etdi, rus dilini yaxşı bilir, mən bilmirəm danışmağı. Məni daxil etdi içəriyə, dedi bunun yoldaşı sabah gətirəcək bunun pasportunu. Məni götürmədilər, içəriyə dedilər, ola bilməz, bunun pasportu gərək gəlməlidir. O da dedi, pasportu sabah mən özüm gətirəcəm. Arvad dedi, çıxdı, gəldi Azərbaycana. Onda mən üzr istəyirəm xanım, bax, burada yalan dediniz. İnciməyin ifadəmə görə deyin niyə? Siz sadəcə olaraq o xanıma söz vermişsiniz, o bəyə söz vermişsiniz ki, uşaq doğuracam, üzr istəyirəm ifadəmə görə, bu uşaq da sizin olacaq. Və bir müddətdə yaşamısınız orada, 3 il, 5 il, deyirsiniz, indi 9 il. İndi orada dolanmış, sizə baxıblar, sağ olsun o müəllim kimdirsə, sizin sevgiliniz də, o baxıbdır, sizin uşaqlarınıza baxıb, indi nədirsə, maddi baxımdan mı deyim, nədən mi deyim, siz uşağınızı geri tələb edirsiniz və uşaqla onları sıxırsınız. Aydındır. Uşaqla sıxırsınız onları. İndi deyirsiniz ki, bunu almalıyıq bizə. Xoş gələm xanım, sən bilərsən, mən nə deyə bilərəm, heç nə deyə bilmərəm mən. Mən söz verirəm, bunu araşdıracağım. Xoş gələm xanım, mən yalan danışmıram. İnan. İnan ki, mən yalan danışmıram. Bax, orada şahidlər var da, yəni ki, maraqlana bilərsəniz. Qazaxdan, mənim müdürüm Qazaxdan idi. Bəlkə də eşidirlər, qulaq asırlar. Mən o uşağı sabah saat 6-da özümlə beraber durub, gedib onun qapısında işləydim. Həmən o müdüriyət yoldaşa tavşirdi ki, bu uşağa bax, saxla bu uşağı. Amma takmetli onun adında gedirdi uşaq. Və nə vaxt artıq tam uşağı götürüb qaçdı bu? Şurada ağlı kəsən vaxt deyildi, buna xala deyiləm. Sizin gözünüzün önündə olurdu bunu və siz də susurdunuz. Niyə? Xoş gələm xanım, o bilirsən nəyə bənzədi? O Nərminənin ki, məni şantaj edib efirə çıxartdığı sözünə bənzədi. O qadın güllə ilə belə durmuşdu ki, sən mənə heç nə demə. Ay xanım, DNA testi deyilən bir şey var, polis var. Mənə deyildi, mənim türmədə adamlarım var. Türmədə adamlarım var. Eləmək ki, sənin uşağının özünün başına burada bir iş gətirib. Həbsxanadakı adam çıxıb sizi necə öldürəcək? Onu sonra bir də onu deyək, xoş gedəm xanım, bir şey həzanlıyam, deyə bilmirəm. Ondan sonra dedi ki, uşağın atası mənə ev alsın. Ən yaxşı ev alsın, mən o sonra bu uşağı keçirdim onun atasının adına. Yəni atanın imkanı var idi, imkanlı insan idi. Bir də xoş gedəm xanım, nə? Hə? İmkanlı idi. Belə də özün dolandırıydı, yəni ki. Demək istəyirəm ki, ev almaq imkanı var idi mi onun? Yox, yox. Onda deməli bu yalandır artıq da. Niyə? Çünki bu adam özünə ev ala bilmirsə, o başqasına necə ev alacaqdı? Xoş gəlin xanım, Allah qoyun, heç bir şey. Mən nə günə cəzam varsa... Neçə il Azərbaycanda yaşayırsınız? 5 ildir məni deportasiya elədilər, həmən arvad məni deportasiya elətdi. Xanım sizi deportasiya elətdi? Bəli, məni deportasiya elətdi. Gəldi uşağı özü daverin üstündən verdi, gəldi ondan sonra Gədəbəy polislərinə burada məni gətirdi. Bir dəqiqə, deportasiyanı niyə elətdirdi? Sənədsiz olduğunu. Yəni mən uşağın yanına gedirdim də, oraya gedim. Mətəbə gedirdim uşağın yanına. Sonra son vaxt arvad göstərmədi uşağı. Neçə il göstərdi ard-ardakı siz? 9 il bir yerdə olduq. Onda da oldu, məndə də oldu. 9 il. 9 ildən sonra arvad uşağı göstərmədi. Ona görə göstərmişdi. Şərikli mal, şərikli çörək, şərikli nə? Mən hər şeyi eşitmişdim, amma şərikli uşaq eşitməmişdim. Şərikli uşaq eşitməmişdim. Onu da eşitmiş oldum. Uşağı vermişsiniz ora xanım, düzdür. Demişsiniz ki, uşaq oldu sizinki. Düzdür. Siz də anasınız da, dözmürsünüz. Gedirsiniz, baxırsınız, axırda görürsünüz ki, əl çəkmirsiniz, uşaq böyüyür. Xoş gedəm xanım, yalan danışmıram. Orada polisdə bizim ərizəmiz var. Onun da mənim də. Rusiyada. Bəli, uşaq qırxılı olan vaxt onunla mən dalaşdıq, üzr istəyirəm. Onunla biz üzr əlməyaxı olduq, dalaşdıq, bizi polislərə ayırdı. Dedim, sən mənim uşağım nəyə görə belə elədin? O məni polisə götürdü, dedi, uşaq mənim. Mən apardı polislə, dedi ki, yazgınan ki, mən uşağımı istəmirəm. Amma orada mənim arxamla adam gəlmişdi. O mənim başa saldı ki, yazma ginan. Yazdın mı sən? Yox, xeyr. O dedilər ki, nətər yazırsan yaz, yaz ginan ki, mən uşağımı Neçənci ildə bu sənədə olub, dərhal bizim əməkdaşlar. Xoş gedəm xanım. Bunu Rusiya hüquq mühafizə orqanları ilə orada bizim işimiz olur. Bəli, bax istəsəniz, bax orada maraqlana bilərsəniz. Apardılar bizi polis bölməsinə. Apardılar, qadın orada dedi ki, bu məni döydü, uşaq mənimdir. Yəni ki, buna deyin, uşağı ətqaz eləsin. O da mənim dalımdan adam gəlmiş. O mənə başa saldı ki, sən elə yazma. Bu araba səni seninə bu günə qoyuq. Sən yazgına nətər yazsan, yaza bilmirəm, savadım yoxdur. Dedi, nətər yazırsan, yazgına ki, mən uşağımı tələb edir. Bəli, yazmışaq, həmən kağız oradadır. Azərbaycanlıdır. Xaçmazdandır, xanım Xaçmazdandır. Amma xanım,
sizin danışdığınız mənə nağılları xatırladı. Xoş gələm xanım. Ancaq söz verirəm sizə ki, bax elə indi bu dəqiqə dediniz ki, orada polisə sizin müraciətiniz var. Bəli. Neçənci ildə? Uşaq olduğu 14 il əvvəl. Bəli, uşaq 30 bunu gün bizim idi. əməkdaşlara verirəm. İndi xahiş edirəm araşdırın. Uşaq 30 günü idi, xoş gələm xanım. Bu yer və yer deyib. Həmən onda məni polislə gəldi apardı. Mən getdim uşağı götürdüm. Arvad mənə deyir ki, sən mənə deyir pul ver. Mən yuxa pişirdim orada. Deyir sən mənə pul ver. Sana uşağı göstərim. Bax, uşaq arvad, yəni ki, xoş qədəm xanım. Səbəbi nə idi? Mən getdim, uşağını istəyir. Uşağı getdim, getdim evdə yoxdur xanım. Aha. Getdim mən oradan öz başıma uşağı götürdüm, gətirdim. O da müraciət elədi ki, uşağımı oğurlayıb. Hə, mən gəldim, axşam idi. Düzdür? Bəli, bəli. Hə, və sizi də apardılar polisə. Bizi apardılar polis idarəsinə. Sənəd də ortaya qoydu ki, uşaq mənim ola-ola. Necə olur ki, bu uşaq ondadır? Sizi də kimsə deyirsiniz, Xaçmazdan olan bir xanım başa saldı ki, yazgınan ki... Yox, Xaçmazdan da xanım. Hədə yazgınan ki, nədir onun adı? Mən uşağımı istəyirəm. Bəli, orada yazmışaq, kağızımız var orada. Aydındır. Deməli, 14 il əvvəl başqasının sənədi ilə uşaq dünyaya gətirib, indi uşağını istəmək üçün sən axtarama gəlir. Uşaq isə Rusiya vətəndaşıdır, əziz tamaşaçılar. Hal-hazırda Rusiyada yaşayır və sən axtarıram bir araşdırmaya başlayıb bu məsələ ilə bağlı ki, bütün bu deyilənlər doğrudurmu? Ay Mustafa, belə məsələlər var, ay Mustafa, belə məsələlər var. Sənin məsələn yüngül məsələdir. Reklamlara ayrılaq. Şəbnəmin ölümü ilə bağlı baş həkimdən açıqlama. Küt alətlə çəpəki zərbə nəticəsində... Şok. Bunu səfir eləyib. Kamil, Elvin və Aygün. Şəbnəm öldürülübmü, yoxsa intihar edib? Birazdan səni axtarıram da. Südabə xanımın övladı ilə, 14 yaşlı övladı ilə bağlı indi bağlantımız olacaqdır. Südabə xanım, əminsiniz də hər şeyi doğru danışdınız. Mikrofon var yanınızda. Bəli. Kimsəyə şər atmadınız. Yox, xoş qədəm. Baxın, DNA testi olacaqdır. Görsüz Elşad gəldi, dedi ki, mən istəyirəm ki, mən dəqiqliyi bilmək istəyirəm. İndi oturub burada. Niyə? Çünki DNA verdik, DNK-nın cavabı da var, indi açıqlanacaqdır və bütün tamaşaçı da Elşad da biləcəkdir ki, uşaqlar ona aiddir, yoxsa yox. Yəni, çox ciddi bir kiməsə, nəyisə deyəndə ehtiyatlı olmaq lazımdır. İndi siz deyirsiniz, yəni mən inanmıram ki, bir xanım kimisə uşağını götürsün. Bir daha sual verirəm, xanım, əminsinizmi ki, bu uşaq sizin əlinizdən alınıbdır? Bəli. Aydındır. Bağlantımız olacaq, amma şəklə diqqətlə baxaq, əziz tamaşaçılar. Mən hər dəfə xatırlatmalı oluram bizim əməkdaşlarımıza ki, bu şəkil ekranda olsun. Və bu şəxslə bağlı hər hansı bir məlumatınız varsa, yaxınlarını tanıyırsınız, bəlkə özünü tanıyırsınız. 050-501-0147 və digər nömrələrimizə, sosial şəbəkələrdəki hesablarımıza yazın, əziz tamaşaçılar. Mən yenə də sponsorlarımıza öz dərin təşəkkürümü bildirəcəm. Deməli, İlğıma təşəkkür edirəm. Ən gözəl, ən keyfiyyətli ədviyyatlar İlğıma aiddir. Ona görə də başqa ədviyyatları almayın. Öz ölkəmizdə xam mal şəklində gələn və emal prosesindən keçən İlğımı alın. Dünya standartlarına uyğun paketlənir. Ətrini və ləzzətini qoruyan 3 qatlı özəl paketlərdə qablaşdırılır. Və qeyd edeyim ki, bu ədviyyatlar hamısı demək olar ki, bütün aşpazlarımız yalnız İlğımın ədviyyatlarını qəbul edir. Aytən Əliyeva kök hüceyrə üzrə mütəxəssisə təşəkkür edirəm. Qeyd edeyim ki, 10-15 il cavanlaşmaq istəyirsinizsə, Aytən xanımın yanına gedə bilərsiniz. Deməli, Aytən Əliyeva kök hüceyrə üzrə mütəxəssisdir və bir diz oynağına kök hüceyrə edənə ikinci diz oynağı hədiyyə edilir. 050-677-0026 050-677-0026 Lika Şıxıyevaya təşəkkür edirəm. Doğumdan sonra yaranan problemləriniz varsa, hamiləlikdən sonra və ya bir ümumi cərraha ümumi cərrah istəyirsinizsə 055-780-26
62. Lika Şıxıyevaya müraciət edə bilərsiniz. Slippers uşaq bezlərinə təşəkkür edirəm. Qeyd edeyim ki, ən keyfiyyətli bezlərdir. Uroloq-androloqumuz Bəxtiyar Hüseynova təşəkkür edirəm. Böyrək daşından əziyyət çəkənlər 055-694-40-50-yə zəng edə bilərlər. Travmatoloq, ortoped, doktor Mahmud Bilirə təşəkkür edirəm. Türkiyənin ən məşhur kök hüceyrə üzrə mütəxəssis, o cümlədən bir ortoped kimi Azərbaycanda təkdir. 050-994-98-90 əlaqə nömrəsi. Aytən Sonsuzluq Mərkəzinə təşəkkür edirəm. Sonsuzluqdan əziyyət çəkənlər 050-455-82-82-yə zəng edə bilərlər. Zob doktorumuza təşəkkür edirəm. 12 fevral Bərdədə, 13 fevral Mingəçevirdə olacaq. 050-603-81-82 əlaqə nömrəsidir. Nömrə 1 Psixologiya Mərkəzinə təşəkkür edirəm. 051-563-01-47. Göz doktorumuz Gülşən Dikmənə təşəkkür edirəm. 055-352-55-77. Deməli, nevroloqumuz Jalə xanım Qarayevaya təşəkkür edirəm. Bütün nevroloji problemlərinizi 050-363-10-02-yə zəng edə bilərsiniz. Gəncə İstanbul Genetik Klinikasına təşəkkür edirəm. Azərbaycanın məşhur alqoloqu bir dəqiqə bütün ağrılarınıza yox demək istəyirsinizsə 077-376-8500 və bu arada Gəncədə olacaq, 12-13 fevralda Gəncədə olacaq. İndidən zəng eləyin. Deməli, Medera Hospitalına təşəkkür edirəm. Günel Bayramlı estetik cərraha zəng edə bilərsiniz. 055-225-57-77. O cümlədən Parkinson xəstəliyindən əziyyət çəkənlər 055-455-0303-ə zəng edə bilər. Günəşin bacılarından biri buradadır. Daxil olsun studiyaya. 19 il bundan əvvəl toya gedib və geri dönməyibdir. Ailə düz 19 ildə onu axtarır. Və qeyd edeyim ki, bizim bütün deməli, komandamız həftə sonu çəkilişdəydi. Çinarə və Səidə, o cümlədən Günəşlə bağlı mən Lənkəran və Masallıdaydım. Mikrofonu götür. Gəlin studiyaya. Əyləşin. 19 ildən sonra Leyli danışacaqdır. Günəşlə bağlı əziz tamaşaçılar. Səidənin anası, Bibi xanım, mənə lazım olacaqsan, getmə. Oldu. Səidə üçün bir yola çıxmışıq. İnşallah sağ-salamat tapılar. Sənə qurban olarım. Və bu arada o arxada gördüyünüz şəkil ki var, bu şəxslə bağlı məlumat olanlar 050-501-01-47-yə dərhal zəng edin. Çünki çox təcili və vacibdir. Bu şəxslə bağlı hər hansı bir məlumatınız varsa gizlətməyin, deyin. Tanıyırsınızsa, yaxınlarını tanıyırsınızsa. Gülşən xanım, sizə təşəkkür edirəm. Çox sağ olun. Neçə-neçə insanı sevindirirsiniz. Neçə-neçə insanın gözünə işıq olursunuz. Bu dəfə də göndərdiyim şəxslərdən birinin gözünə nur verdi. Mənim nur üzlü, gözəl doktorum. Nəcəf Obrişdən mən gözümə görə Xoşqədəm xanımın proqramına qatıldım. Xoşqədəm xanımın proqramında məni və bir neçə nəfər Gülşən xanımın klinikasına yönəldi. Mən indi bugünkü günü fevralın 2-sində Gülşən xanımın əməliyyatına girirəm. Mən indiyə qədər çox həkimdə olmuşam, amma belə səmimi həkim mən hələ görməmişim. Və həmən şəxs buradadır. Mən göndərmişdim, hə sizi? Hardan gəlmişdiniz? Bakıdan. Bakıdan. Qoy bir uzaq rayondan gələnlərə kömək eləyim də. Eləyin. Bakıdan gələnlərə nə var ki? Bu qədər eləyirsiniz, elə hamıya eləyirsiniz. Allah sizin canınızı sağ olsun. Nədən əziyyət çəkirdi? Katarakt idi. Katarakt. Gülşən xanım. Kataraktanın anası buradadır. Bəli. Gülşən xanım, mənim sevimli həkimim. Gözəl həkim. Həyatımı borclu olduğum həkim mənə göz verdi. Deməli, bir dənə şikayət yoxdur da bu xanımdan. İnanırsınız, bütün hətta bu efirə çıxmadan öncə getdiyi yanına gedən xəstələr var. Mənə yazırlar, ay Xoşqədəm xanım, nə yaxşı efirinizdədir Gülşən xanım, hamı sizi sevir. Orada iş elə qurulub ki, heç kim oradan inciyə bilməz. Xanımın özü. Ancaq özü. Çox səmimi, olduğu kimi doktordur. Baxın, bu necədirsə bu studiyada
studiyadan kənarda elədi. Mən sizə təşəkkür edirəm. Siz də sağ olun ki, Sağ gəlib olun. bax belə Yox, borcumuzdur. gözünüzdə həmişə nur olsun. Sağ olun. Ancaq Çox sağ mənə olun. baxasınız. Sağ olun. Gel, Çox sağ olun. televizor Çox göstərir. sağ olun. Göstərir. Tutmurdu, bir ara texniki problemlər var. Bizdə problem olmadı. Ha, olmadı mı? Şükür Allah, ay Allah, ay Allah, ged. Çünki Sağ olun. izləyicilərim çox yazır mənə. Çox sağ Gedin, olun. gedin Atacan. Allah hər zaman sağlamlığınızı belə deyək ki, qorusun. Heç sağlamlığınız üçün bura gəlməyin. Varmı göz üçün gələnlər? Göz üçün gələnlər. Arxada qaldırın, qaldırın əlinizi. Qaldırın. Gülşən xanım göndərim sabah yanınıza. Sabah gəlsinlər. Bizdən gələcək onlara. Hanı, hardadır? Bir, gəl görün bura, səndə nədir? Kömək eləyə biləcəyik. Deyir, gözünün birinin içərisində. Bir dənə baxın, gəl görün bura həkimin yanına. Həkim, gəlmişkən verim, ağrısı olan varmı? Kök hüceyrə istəyən varmı? Onurğasında, ayağında ağrı olan varmı? Hə, bax onu göndərəcəyik. Nədir problemi? Məndə travmadır. Obrislər rejim. Bir gözünü kaybetmiş zaten. Şimdi diğer gözünde de simpatik oftalmi dediğimiz bir durum var. Travma keçirmiş göz. Diğer gözü de zədəliyməyə başlayır. Kömək edə biləcəyik. Bəli, ən azından bir Sabah gözünü qoruyacaq. gedirsən Gülşən xanımın yanına. Üzünü görmədi tamaşaçılar, ancaq Gülşən xanımla məni göstərdi. Hardan gəlmisiniz? Xırdalandan gəlmisən. Sabah gedirsən, baxsın, əgər mümkünsə kömək edəcək. Get. Bir də mən hansı ki günəşin yeri ilə bağlı bizə deyəcəkdir. Səni axtarıram verilişinin xüsusi sponsoru Medeira Hospital. Sponsorları uzman uroloq Bəxtiyar Hüseynov, nevropatoloq Jalə Qarayeva, Slippers uşaq bezi, Zob həkimi Xəqani Həsənov, Gəncə İstanbul Genetics Klinikası, Aytən Sonsuzluq Mərkəzi, oftalmoloq cərrah Gülşən Dikmən, regenerativ tip kök hüceyrə mütəxəssisi Aytən Əliyeva, cərrah Lika Şıxıyeva, travmatoloq ortoped cərrah Mahmud Bilir və İlğımın sponsorluğu ilə Səni axtarırama baxdınız.